Salam əziz izləyicilər, bugün sizlərə DİM 9 illik test toplusundan cümlə, sadə cümlənin təsnifatı və sadə cümlənin şəxsə görə növlərini izah edəcəm. 25-ci sualda qalmışdıq, həmin yerdən davam edirik. Bəzi testlərin üzərində işləmişəm, ona görə yazılı şəkildə izah edəcəm. 25-də nə soruşur bizdən? Deyir, qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Qeyri-müəyyən şəxsi cümləni necə yadda saxlayırsınız? Deməli, qeyri-müəyyən şəxsi cümlələrin xəbəri üçüncü şəxsin cəmində olur. Üçüncü şəxsin cəmində əgər cümlədə mübtəda varsa, məsələn, onlar yazırlar. Bu müəyyən şəxsi cümlədir. Yox, əgər üçüncü şəxsin cəmində cümlədə mübtəda yoxdursa, onlar yazırlar yox, yazırlar olsa, olacaq qeyri-müəyyən şəxsli cümlə. Bundan başqa bütün şəxslərdə, məsələn, birinci şəxs, ikinci şəxs, üçüncü şəxsin təki, cümlədə mübtəda olsa da müəyyən şəxsli hesab olunur, olmasa da. Sadəcə təkcə üçüncü şəxsin cəmində mübtəda olan müəyyən şəxsi götürürük, mübtəda olmayanda isə qeyri-müəyyən şəxsli. Amma ümumi şəxsi cümlələrdə də xəbəri üçüncü şəxsin cəmində olan cümlələr var. Sadəcə biz bunları cümlədə necə ayırd edirik? Ümumi şəxsli cümlələr adətən hamıya aid olur. Məsələn, ya öyüd nəsihət vermək xarakteri daşıyır, ya məsləhət vermək xarakteri daşıyır. Məsələn, deyəndə ki, yıxılana gülməzlər. Burada sırf nəsihət vermək, öyüd nəsihət vermək xarakteri daşıyır və yaxud böyüyə hörmət edərlər. Burada sırf öyüd nəsihətdən söhbət gedir. Amma qeyri-müəyyən şəxsi cümlədə öyüd nəsihətdən söhbət getmir. Hər hansı bir qrup insanın, qeyri-müəyyən şəxslərin etdiyi işdən söhbət gedir. Məsələn, o binanı filan vaxtda tikiblər. Binanı kimin tikdiyi məlum deyil. Deməli, bu nədir? Qeyri-müəyyən şəxsi cümlədir. İndi baxaq cümlələrə. Demək, qeyri-müəyyən şəxsi cümləni soruşur. Cücəni payızda sayarlar ümumi şəxsli cümlədir. Deməli, atalar sözlərinin əksəriyyəti demək olar ki, ümumi şəxsi götürülür. Sadəcə mübtədası olan atalar sözlərin müəyyən şəxsli götürülür. Qalanları demək olar ki, hamısı ümumi şəxsliyə aid olur. Ona görə A bəndi düzgün cavab ola bilməz. B bəndində həkimlər xəstəni müayinə etdilər. Müayinə etdilər kim? Həkimlər. Əgər cümlənin mübtədası varsa, fərqi yoxdur da, mübtəda varsa cümlədə, onu həmişə müəyyən şəxsi götürməliyik, başqa cürə götürə bilməliyik. Deməli, B bəndində həkimlər sözü mübtədadır, deməli, bu cümlə müəyyən şəxsli cümlədir. D-yə baxırıq, hər sözə qulaq asmazlar. Sırf öyüd nəsihət xarakterlidir. Görürsünüz, düzdür, cümlə özü üçüncü şəxsin cəmindədir. Xəbər üçüncü şəxsin cəmindədir. Amma qeyri-müəyyən şəxslərin etdiyi işdən söhbət getmir. Burada sırf öyüd nəsihət var. Öyüd nəsihət varsa, deməli, D bəndindəki cümlə olacaq ümumi şəxsli cümlə. Uşaqlar Qız Qalasının zirvəsində dayanmışdılar. Kim dayanmışdı? Uşaqlar. Bu cümləndə mübtədası var. Deməli, mübtədası varsa müəyyən şəxslidir. Amma C bəndində səhərə yaxın bizi oyatdılar. Kimsə oyatdı. Əgər burada sırf qeyri-müəyyən şəxsdən söhbət gedirsə, deməli, artıq qeyri-müəyyən şəxslərdən söhbət gedəndə biz onu qeyri-müəyyən şəxsli cümlə götürürük. Deməli, cavabımız olacaq 25-də C bəndi. 26-cı sual. Şəxssiz cümləni müəyyən edin. Şəxssiz cümlələr də mübtədası olmayan, mübtəda əlavə etməklə mümkün olmayan cümlələrə deyilir və şəxssiz cümlələrin xəbəri ya feilin şəxssiz növündə olur, ya frazeoloji birləşmələrlə ifadə olunur, ya da bəzən ismi xəbərli şəxssiz cümlələrə də rast gəlirik. Baxaq, A bəndi. İstirahət əmri verilən kimi çoxlarını yuxu tutdu. Elə bizim cavabımız A bəndidir. Nəyə görə? Bu cümlədə mübtəda yoxdur. Yuxu tutmaq demək frazeoloji birləşmədir, cümlənin xəbəridir. Bu cümləyə biz nə qədər də istəsək mübtəda əlavə edə bilmərik. Şəxs yoxdur, mübtəda yoxdur. Digər sözlər isə ikinci dərəcəli üzvlər kimidir, yəni mübtəda əlavə edə bilmərik. B bəndinə baxırıq. Başımı, beynimi ovub yedilər. Kim? Qeyri-müəyyən şəxslər. Deməli, bu qeyri-müəyyən şəxsli cümlədir. Nə əkərsən, onu biçərsən. Əslində bu cümlə
ümumi şəxsli cümlə götürülür. Çünki cümlədə mübtəda olanda biz onu götürürük müəyyən şəxsli. Atalar sözləri və məsələlərdə belə bir xüsusiyyət var ki, məsələn, igid ölər, adı qalar. Bu cümlədə mübtəda var. Mübtəda varsa, deməli, biz onu müəyyən şəxsli götürməliyik. Və yaxud dost dosta tən gərək, tən olmasa cin gərək. Bu cümlədə də mübtəda var. Deməli, bu da müəyyən şəxslidir. Amma nə əkərsən, onu biçərsən cümləsində mübtəda yoxdur. Deməli, bu ümumi şəxsli cümlədir. Kitabı aldım və oxudum. Kim? Mən. Cümlədə mübtəda yoxdur, amma mübtədanı asanlıqla bərpa edə bilirik. Deməli, burada bərpa edə biliriksə mübtədanı, bayaq dediyim kimi, üçüncü şəxsin zəmindən başqa, digər bütün şəxslərdə əgər cümləyə mübtəda əlavə edə biliriksə, məsələn, oxudum deyəndə kimdən söhbət gedir? Məndən söhbət gedir. Deməli, bu cümlənin mübtədası cümlədə olmasa da, biz onu bərpa edə bilərik və bu cümlə müəyyən şəxsi cümlədir. Xəzərin sularında bərq vurur ay işığı. Nə bərq vurur? Ay işığı bərq vurur. Bu cümlənin də mübtədası var. Sadəcə cümlədə inversiya baş verdiyindən cümlənin mübtədası sözün sonuna düşüb. Bu da müəyyən şəxsli cümlədir. Bizim deməli cavabımız oldu 26-da A bəndi. 27-ci sual. Hansı sual cümləsi cavab tələb etmir? Sual cümləsi, hansı sual cümləsi əgər cavab tələb etmirsə, bu ritorik sualdır. Tətili Şuşada mı keçirəcəksən? Ya bəli, ya xeyr deyə cavab verə bilərik. Deməli, bu sual cavab tələb edir. Axşam tədbirə gələcəksənmi? Bəli və xeyr deyə bilərik. Deməli, bu da cavab tələb edir. Dostunu görə bildinmi? Bəli, xeyr, hə, yox deyə cavab verə bilərik. Deməli, bu da cavab tələb edir. Nəsiminin əsərlərini oxumusan? Bu da cavab tələb edir. Bəli deyə bilərik, xeyr deyə bilərik, heç deyə bilərik, əsla deyə bilərik, əlbəttə deyə bilərik. Yəni ki, köməkçi nitq hissələri ilə cavablaya bilərik və yaxud adicə oxumuşam sözü ilə cavablaya bilərik. Deməli, bu cümlədə cavab tələb edir. Amma C bəndində kim öz ayranına turş deyər cümləsi, sual cümləsi cavab tələb etmir. Deməli, 27-də cavabımız oldu C bəndi. 28. Biri nəqli cümlə deyil. Əlbəttə, məqsədindən uzaq düşməməlisən. Bu nəqli cümlədir. Təbii ki, hər bir insanın şəxsi həyatı var. Nəqli cümlə bilirik ki, adi intonasiya ilə deyilir və adi şəkildə nəql etmə zamanı istifadə olunur. Sənin söylədiklərin həqiqətə uyğun deyil. Nəqli cümlə. Yaralının ümumi vəziyyəti yaxşıdır. Bu da nəqli cümlə. Bu haqda heç kimə bir kəlmə demə, ha? Görürsünüz, bu əmr şəklindədir. Deməli, əmr şəklindədirsə, əmr şəklində cümlələrin sonunda nöqtə qoyulur adətən. Amma yüksək hiss-həyəcanla deyiləndə bəzən nida işarəsi qoyulur və nida cümləsinə çevrilir. Deməli, cavabımız olacaq E bəndi. 29. Yalnız baş üzvlərdən ibarət feili xəbərli cümləni müəyyən edin. Baş üzv deyəndə, yəni mübtəda və xəbərdən ibarət olsun. Bu mənim kitabım deyil. Demək, feili xəbərli cümləni soruşur bizdən. Bu mənim kitabım deyil. Bu cümlə də baş üzvlərdən ibarətdir, amma feili xəbərli deyil, ismi xəbərlidir. Bizim meşələr ayrı aləmdir. Aləmdir, necə aləmdir ayrı, nə aləmdir meşələr, hansı meşələr bizim. Bu cümlədə də 4 cümlə üzvü var. Mübtəda var, xəbər var. Hər cümlə üzvünün də özünün təyini var və ismi xəbərli cümlədir. Bizdən feili xəbərlini soruşur. Həvəslə işləmək lazımdır. Bax, ismi xəbərdir. Lazımdır sözü ismi xəbərdir. Deyini də çıxdım. Qardaşımla filmə baxdım. Baxdım, nəyə baxdım? Filmə, kimlə? Qardaşımla. Bu cümlədə də deməli, ikinci dərəcəli üzvlər olduğuna görə bunu da götürə bilmərik. Cavabımız olacaq B bəndi. Gülümsədi, feili xəbər. Kim gülümsədi? Şəfqət bacısı. Şəfqət bacısı da olacaq cümlənin mübtədası. Deməli, bu cümlə yalnız mübtəda və xəbərdən ibarətdir. 30-cu sual. Dünəndən ön cəbhədə sakitlikdir cümləsinin şəxsə görə növünü müəyyən edin. Sakitlik deyir. Bu cümləyə mübtəda əlavə edə bilmirik. Bu cümləyə istəsək, məsələn, yer zərfliyi onsuz da var cümlədə. Sakitlikdir, şəxssiz cümlədir. Harada sakitlikdir? Ön cəbhədə sakitlikdir. Nə zamandan? Dünəndən. Zərfliyi əlavə olunub. Yer zərfliyi, zaman zərfliyi əlavə olunub. Amma biz bu cümləyə istəsək də mübtəda heç vaxt əlavə edə bilmərik.
Mübtəda əlavə edə bilmiriksə, deməli şəxssiz cümlədən söhbət gedir. Ona görə də 30-da cavab olacaq E bəndi. 31-ci sual. 31-də deyir, Əli gəlib çıxanda gecədən xeyli keçmişdi. Demək, cümlənin şəxsə görə növünü soruşur bizdən. Əli gəlib çıxanda nə zaman? Bu feili bağlama tərkibidir. Xeyli keçmişdi. Keçmişdi. Nə qədər keçmişdi? Xeyli. Gecədən xeyli keçmişdi. Bu cümlədə mübtəda yoxdur. Mübtədanı istəsək də cümləyə əlavə edə bilmirik. Deməli, bu cümlə necə cümlə olacaq? Şəxssiz cümlə olacaq. Deməli, 31-də də olacaq B bəndi. 32-ci sual. Adlıq cümlələri müəyyən edin. Adlıq cümlələrdə xəbər olmur. Cümlə sadəcə mübtəda əsasında formalaşır. Deməli, həm müxtəsər ola bilər, həm geniş ola bilər. İndi baxaq, baharın ətri gəlir. Görürsünüz, bu cümlədə xəbər var. Quşlar oxuyur, bu cümlədə də xəbər var. Xəbər varsa, deməli, adlıq cümlə götürə bilmərik. Çünki adlıq cümlədə xəbər olmur. Qışın son ayıdır. Xəbərlik şəkilçisi hələ çox soyuqdur. Xəbərlik şəkilçisi. Deməli, bu cümlədə də xəbər var. Bu da adlıq cümlə ola bilməz. Aydınlıqdır. Xəbərlik şəkilçisi. Birazdan gedə bilərik. Görürsünüz, demək, feil var, cümlədə xəbər var. Cümlədə xəbər varsa, deməli, adlıq cümlə götürə bilmərik. Hər tərəf işıqdır, hava sakitdir. Görürsünüz, bu cümlələrdə də xəbər var və xəbərlik şəkilçisi işlənib. Deməli, bu cümlələrdə adlıq ola bilməz. Bir gözəl yaz gecəsi. Xəzər sahili. Görürsünüz, heç birində xəbər yoxdur, yalnız mübtəda var. Yalnız mübtəda varsa, deməli, adlıq cümlədə həmin cümlə olacaq. C bəndi. 33. Adlıq cümləni müəyyən edin. El hara, sən də ora. El hara gedir, sən də ora. Əslində, bu cümlədə düzdür. İlk baxışda xəbər yoxdur. Amma bu cümlə belədir. El haradır, sən də orasan. Belə olmalıdır. Xəbərli şəkilçisi ixtisar olunub sadəcə. İxtisar olunubsa, deməli, bu adlıq cümlə ola bilməz. Heç nədən qorxmurdu igidlərimiz. Xəbərdir, feillə ifadə olunub. Deməli, bu cümlədə də adlıq cümlə ola bilməz. Yeni uğurlar qazanasan, arzu şəkli ilə ifadə olunub. Demək, xəbər. Deməli, xəbər varsa o cümlədə adlıq cümlə ola bilməz. 3 oğlu 2 nəvəsi alimdir. Dir, xəbərlik şəkilçisi. Xəbərlik şəkilçisi varsa, deməli, o cümlədə xəbər var. Yaz günü ağac kölgəsi. Cavabımız olacaq C bəndi. 34. Atalar sözü və məsəllər, hikmətli sözlər daha çox sadə cümlənin hansı növü ilə ifadə olunur? Atalar sözü və məsəllər insanlara məsləhət, öyüd, nəsihət vermək xarakterindədir. Yəni ki, insanlara belə deyək də, nəyisə çatdırmaq, tövsiyə vermək məqsədi daşıdığı üçün ümumiyə xitab eləyir. Ümumiyə xitab eləyirsə, deməli, ümumi şəxslidən söhbət gedir. Cavab da olacaq elə ümumi şəxsli. C bəndi. 35. 35-də deyir, haqq söz axar, suları saxlar cümləsinin şəxsə görə növünü müəyyən edin. Nə axar? Söz axar. Nə saxlar? Söz saxlar. Bu cümlədə söz mübtəda vəzifəsindədir və mən sizə dediyim kimi, mübtəda əgər cümlədə varsa, deməli, o müəyyən şəxsli cümlədir. Fərqi yoxdur, atalar sözü də olsa, mübtədası varsa, deməli, müəyyən şəxslidir. Fərqi yoxdur, adi cümlə də olsa. Deməli, cümlədə mübtəda varsa, onu nə götürürük? Müəyyən şəxsli götürürük. Deməli, 35-də cavab oldu A bəndi. 36. Nümunədəki vasitəsiz nitq şəxsə görə cümlənin hansı növünə aiddir? Səid dostuna dedi. Vasitəsiz nitq bax dırnaq işarəsi içərisində olandı. Dünən müəllimin mənə yaman acığı tutdu. Ümumiyyətlə, bayaq dediyim kimi, şəxssiz cümlələrin xəbəri ismi xəbərli şəxssiz cümlələr olur. Bir də feili xəbərli şəxssiz cümlələr. İsmi xəbərli şəxssiz cümlələr, məsələn, gecədir, sakitlikdir və yaxud deyə bilərsən, istidir, soyuqdur. Bu tipli cümlələrdə mübtəda yoxdur və şəxssiz cümlə hesab olunur.
Amma bir də feili xəbərli şəxssiz cümlələr var ki, hansı ki, ya şəxssiz növ feillərlə ifadə olunur xəbəri, ya da frazeoloji birləşmələrlə. Amma bütün frazeoloji birləşmələr olanları biz şəxssiz növ götürə bilmərik. Şəxssiz cümlə götürə bilmərik. Mübtədası varsa, frazeoloji birləşmənin əgər mübtədası varsa, məsələn, tutaq ki, cümlə belədir. Mən ona ürəyimi verdim. Bu cümlədə məsələn ürək vermək frazeoloji birləşmədir və yaxud mən fikir verdim ki, fikir vermək frazeoloji birləşmədir, amma cümlənin mübtədası var, mən. Deməli bu müəyyən şəxsdir. Amma elə frazeoloji birləşmələr var ki, həmin cümlədə mübtəda işlənə bilmir. Mübtəda işlənə bilmirsə, deməli şəxssiz cümlədən söhbət gedir. İndi baxırıq bu cümləyə. Müəllimim mənə yaman acığı tutdu. Acığı tutmaq frazeoloji birləşmədir. İndi bu cümlənin mübtədası var. Müəllimin mənə acığı tutdu. Əslində bu cümlədə 2 dənə cümlə üzvü var. Biri xəbər, biri isə zərflik. Bax, xəbər budur, acığı tutmaq. Frazeoloji əsas birləşməmiz acığı tutmaqdır, düzdür? Amma burada müəllimin acığı 3-cü növ təyini söz birləşməsidir. Biz onu ayıra bilmərik. Deməli bu sözlər də tərkibin içərisində olacaq. Yəni bu frazeoloji birləşməyə aid xəbərin içərisində olacaq. Deməli buradan bura qədər müəllimin mənə yaman acığı tutdu. Xəbər olacaq. Nə zaman? Dünən. Bu da olacaq zərflik. Bu cümlədə mübtəda yoxdur. Mübtədanı istəsək də əlavə edə bilmərik. Deməli bu necə cümlə olacaq? Şəxssiz cümlə olacaq. 36A. 37. Şəxssiz cümləni müəyyən edin. İçəridə hay-küy idi. Rəngi qəflətən ağardı. Bütün vücudu ilə səs gələn tərəfə döndü. Dönüb evlərinin gür işığına heyrətlə baxdı. Beyləqan yolundakı ağaclarda çoxlu quş yuvaları görünürdü. Rəngi qəflətən ağardı. Ağardı. Nə ağardı rəngi? Mübtədası var. Deməli bu cümlə müəyyən şəxslidir. Bunu çıxdım. Bütün vücudu ilə səs gələn tərəfə döndü. Kim döndü? O döndü. Cümlədə mübtəda yoxdur, amma əlavə edə bilərik. Deməli bu müəyyən şəxsli cümlədir. C-ni çıxdım. Dönüb evlərinin gür işığına heyrətlə baxdı. Kim? O. Bu cümlədə də mübtəda yoxdur, amma mübtədanı istəsək əlavə edə bilərik. Deməli bu da müəyyən şəxsli cümlədir. Beyləqan yolundakı ağaclarda çoxlu quş yuvaları görünürdü. Görünürdü. Nə görünürdü? Quş yuvaları görünürdü. Bu cümlənin də mübtədası quş yuvalarıdır. Deməli bu cümlə mübtədası olduğuna görə bu da müəyyən şəxsli olacaq. Amma içəridə hay-küy idi cümləsində hay-küy idi xəbər, harada hay-küy idi içəridə. Bu cümlənin mübtədası yoxdur. İstəsək də əlavə edə bilmərik əslində bu cümləyə mübtəda. Ona görə də bu cümlə olacaq şəxssiz cümlə. 38. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Maarif gözlərin ziyasıdır. Gözlərin ziyasıdır. Nə? Maarif. Görürsünüz mübtədası var. Deməli bu müəyyən şəxsidir. Yenicə məlumat verdilər. Digər variantlara bax. Heç zəng də etməyib. Kim zəng etməyib? O. Cümləyə mübtəda əlavə edə bilərik. Deməli bu müəyyən şəxsidir. Burada başımızın böyüyüdür. Başımızın böyüyüdür. Kim? O. Burada mübtəda əlavə edə bilərik. Bu da müəyyən şəxsidir. Gec gələcəyini söyləmişdi. Kim? O. Bu da müəyyən şəxsi cümlədir. Yenicə məlumat verdilər də. Bayaq dediyim kimi bu qaydanı yaddan çıxarmırsınız. Əgər xəbər 3-cü şəxsin cəmindədirsə, cümlədə mübtəda varsa müəyyən şəxsi götürürük. Cümlədə mübtəda yoxdursa və hərəkət qeyri-müəyyən şəxslər tərəfindən icra olunursa, deməli orada qeyri-müəyyən şəxsi cümlədən söhbət gedir. Məlumatı kim verib? Kimsə, qeyri-müəyyən insanlar. Deməli bu cümlə necə cümlədir? Qeyri-müəyyən şəxsi cümlə. 38-də cavab olacaq B bəndi. 39. Əmr cümləsini müəyyən edin. İmtahana vaxtında gəlməlisiniz. Malı məli vacib şəklidir. Yenə də deyirəm, əmr şəklinin xəbəri mütləq əmr şəklində olmalıdır və əmr cümləsinin sonunda nöqtə işarəsi qoyulmalıdır. Əgər
xəbər əmr şəkli ilə ifadə olunubsa və cümlənin sonunda nida işarəsi qoyulubsa, onu əmr cümləsi götürmürük, nida cümləsi götürürük. Bu birinci yadda saxlamalı qayda. İkinci yadda saxlamalı qayda isə bəzən uşaqlar vacib şəklində olan cümləni götürür əmr şəkli kimi. Deyir ki, burada kiməsə əmr olunur da, məsələn, kitabı oxumalısan. Elə bil ki, burada hökm var. Kiməsə sanki əmr edirsən. Amma bunu əmr şəkli götürmək olmaz. Vacib şəklidir. Əmr şəklində hesab olunmur. Ona görə də A bəndini çıxıram. Bu oldu vacib şəkli və nəqli cümlə hesab olunur. İndi baxaq, demək, digər variantlara. Hər şey insana baxsın, insan ələ baxmasın. Bu cümlə düzdür. Əmr şəklindədir. Söz özü əmr şəklindədir. Amma söz özü əmr şəklində olsa da cümlənin sonunda nida işarəsi qoyulub. Deməli, bu artıq hiss-həyəcanla deyilmiş əmr cümləsidir və nida cümləsinə çevrilib. Ona görə bu cümlə nida cümləsidir. Bir zamanlar insanlar ehtiyac içində yaşamışlar. Nəqli cümlə. Zamanın dərdini zaman unutmuş. Nəqli cümlə. İzin ver, qolumu salım boynuna. Deməli, bax, görürsünüz, burada əmr şəklidir və cümlənin də sonunda nöqtə işarəsi qoyulub. Deməli, bizim cavabımız olacaq D bəndi. 40-cı sual. Qırxıncı sualda soruşur. Biri müəyyən şəxsli sadə cümlədir. İstəsən alaram. Sən istəsən mən alaram. Bu mürəkkəb cümlədir. Bilirsən ki, burada tabeillik bağlayıcısı var. Tabeillik bağlayıcısı var. Sonsuzda tabeili mürəkkəb cümlədir. İşləri nizama salsınlar. Müəyyən şəxsi cümləni soruşur bizdən. Bu qeyri-müəyyən şəxsi cümlədir. Çünki cümlənin mübtədası yoxdur. Şəmsi xanımın dediklərindən razı qalmadılar. Yenə də bu cümlədə mübtəda yoxdur. Deməli, bu da qeyri-müəyyən şəxsi cümlədir. İşləməyən dişləməz. Kim dişləməz? İşləməyən. Cümlənin mübtədası işləməyən sözüdür. Deməli, bu cümlə necə cümlədir? Müəyyən şəxsi cümlədir. Həm də bir mübtədası və bir qrammatik əsası olduğuna görə də sadə cümlədir. Deməli, cavabımız olacaq E bəndi. 41-ci sual. Ertəsi gün Həsən bəyi jandarm idarəsinə çağırdılar. Kim çağırdı bilinmir. Qeyri-müəyyən şəxslər. Deməli, bu cümlə necə cümlədir? Cümlənin mübtədası yoxdur. Əgər olsaydı ki, onlar ertəsi gün Həsən bəyi jandarm idarəsinə çağırdılar, bu olacaqdı müəyyən şəxsi cümlə. Amma cümlədə mübtəda olmadığına görə, bu cümlədə deməli qeyri-müəyyən şəxsdən söhbət getdiyinə görə bu cümlə necə cümlədir? Qeyri-müəyyən şəxsi cümlədir. 41-cidə oldu deməli cavab C bəndi. 42-ci sual. Sual cümlələrin biri sual əvəzliyinin köməyi ilə yaranıb. Görəsən Nadirin halı necədir? Bu intonasiya ilə yaranıb. Anandan xəbər tuta bilmirsən? Bu da intonasiya ilə yaranıb. Görəsən getsin, getməsin? İntonasiya ilə yaranıb. Lütfüzadəni üzr sayın, suala təzədən baxırıq. Deməli, Lütfüzadəni tanıyırsınızmı? Sual ədatı ilə yaranıb. Məgər bunu bilmirsən? Sual ədatı ilə yaranıb. Sual əvəzliyinin köməyi ilə yaranan cümlə A bəndidir. A bəndində necədir sözü sual əvəzliyidir. Deməli, cavabımız olacaq A bəndi. 43-cü sual. Sual cümlələrindən biri sual əvəzliyinin köməyi ilə yaranıb. Kimin gəldiyini özün gördünmü? Düzdür, 43-cü sualda deməli, kimin sözü ilk başda sual əvəzliyinə oxşayır. Amma bu sual əvəzliyi tək işlənə bilmədiyi üçün özündən sonra mütləq mənsubiyyət şəkildə söz gəlməlidir. Və bir yerdə işləndiyinə görə fe'l sifət tərkibinin içərisində, ona görə bunu sual əvəzliyi ilə yaranmış sual cümləsi götürmürük. Ona görə digər variantlara baxırıq. C bəndində o sənin yanına tez-tez gəlib gedirmi? Sual ədatı var. C-ni çıxıram. O da Yusif kimi bütün işləri korlaması ki, sual ədatı var. D-ni çıxıram. Kəndin qırağında quzu otaran uşaq sənin oğlun deyildimi? Sual ədatı var. B bəndində o hisli paslı daxmada can sıxıntısından başqa nə görəcəyəm?
Bax, burada nə sözü sual əvəzli idi. Deməli, bizim də cavabımız olacaq B bəndi. Əslində məntiqlə götürəndə A bəndində də sual əvəzliyi var. Çünki kimin sözü yiyəli çalın sualıdır. Sadəcə yiyəli çal tək işlənə bilmədiyinə görə özündən sonra mütləq mənsubiyə şəkilsiz söz tələb edir və ayrılıqda belə deyək də bir dənə xəbər vəzifəsində işlənə bilir də adi halda. Ona görə də biz onu götürmürük. Çünki bir yerdə yaranır, tərkibin içərisində gedir. 44-cü sual. Xəbəri feilin vacib şəkli ilə ifadə olunan müəyyən şəxsi cümlənin müəyyənidir. Gərək hər dəqiqənin qədrini biləsən. Burada arzu şəklidir. A-nı çıxdım. Məktubları idarəyə çatdırasıdırlar. A-sı, əsi, lazım şəkli. B-ni çıxdım. Körpələri ciddi nəzarət altında saxlamalıyıq. Kim? Biz. Mübtəda əlavə edə bildik. Deməli, bu əsər çox gülməlidir. Gülməli əsər, necə əsər, ilk baxışda vacib şəklinə bənzəsə də, amma bu vacib şəkli deyil, feili bağlamadır. Deməli, D-ni də çıxdım. Səni vaxtında çağırmalıdırlar. Bu isə qeyri-müəyyən şəxsi cümlədir. E-ni çıxdım. Körpələri ciddi nəzarət altında saxlamalıyıq cümləsində düzdür. İlk baxışda cümlədə mübtəda yoxdur, amma biz bura biz əvəzliyin artıra bilərik. Yəni cümləyə mübtəda artıra biləriksə, deməli o müəyyən şəxsli cümlə hesab olunur. 44-də oldu C bəndi. 45-ci sual. Dumanlar dağlardan çəkdi çətrini. Cümləsinin şəxsə görə növünü. Cümlədə inversiya var. Əvvəla cümləni düzgün şəkildə qura bilərik. Məsələn, dumanlar çətrini dağlardan çəkdi. Cümlənin ardıcıllığı belə olacaq. İndi baxaq görək, cümlənin mübtədası xəbəri varmı? Çəkdi, nə çəkdi? Dumanlar çəkdi. Bəli, cümlənin mübtədası var. Mübtədası varsa, deməli müəyyən şəxsi cümlədir. 45-də cavab oldu A bəndi. 46-cı sual. 46-da deyir, nidanın işləndiyi nida cümləsi hansıdır? Yaşasın Azərbaycan Türkiyə qardaşlığı. Bu cümlə nida cümləsi olsa da nida işlənməyib. B bəndi. Ata həbs etdilər yazıq Eldarı. Bu cümlədə də nida işlənməyib. Aman diləyənə aman ver Allahım. Aman sözü nida kimi işlənə bilər, amma bu cümlədə nida kimi işlənməyib. Aman vermək feilin tərkibindədir. Deməli, burada da nida yoxdur. Azərbaycan əsgərinə eşq olsun. Bu cümlədə də nida yoxdur. E bəndi. Ah, duyan, düşünən nə bəxtiyardır. Bax, ah sözü nidadır. Deməli, cavabımız olacaq E bəndi. 47. Sual işarəsinin yerinə yazıla biləcək ifadəni müəyyən edin. Mübtəda əsasında yaranır. Əşyanın adı çəkilməklə onun haqqında məlumat verilir. Bədii üslubda daha çox dramatik növdə yazılmış əsərlərdə istifadə olunur. Şifahi nitqdə demək olar ki, işlənmir. Deməli, mübtəda əsasında yaranan iki cümlə var. Biri müəyyən şəxsi cümlədir, biri də adlıq cümlədir. Demək, əgər burada başqa fikirlər olsaydı, məsələn, bədii üslubda daha çox dramatik növdə yazılmış əsərlərdə istifadə olunur hissəsi, deməli, remarkadan bəhs eləyir və dramatik əsərlərin remarka hissəsində daha çox adlıq cümlələrdən istifadə olunur və adlıq cümlələr də mübtəda əsasında formalaşır, yəni xəbər əsasında formalaşmır. Ona görə də bu sual işarəsinin yerinə adlıq cümlə yazılmalıdır. 48. Şəxsiz cümləni müəyyən edin. Oyunçuların kobud hərəkətindən heç xoşumuz gəlmədi. Bir-bir baxaq cavabla. Səhərin gözü açılanda yola düşdük. Kim? Biz. Bu müəyyən şəxslidir. Çöllər ot tutub yanırdı. Nə? Çöllər. Mübtədası var. Müəyyən şəxslidir. İşə başladılar. Kim? Qeyri-müəyyən şəxslər. Yəni onlar. Bu qeyri-müəyyən şəxslidir. Kərim Cəmil ilə rastlaşanda səhhəti tamam pozulmuşdu. Səhhəti pozulmuşdu. Nə pozulmuşdu? Mübtədası var, deməli müəyyən şəxsidir. Amma A bəndində oyunçuların kobud hərəkətindən heç xoşumuz gəlmədi. Xoşumuz gəlmədi frazeoloji birləşmədir.
Nədən xoşumuz gəlmədi? Oyunçunun kobud hərəkətlərindən. Bu cümlədə mübtəda yoxdur. İstəsək də əlavə edə bilmərik. Deməli, bizim cavabımız olacaq A bəndi. 49-cu sual. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Əlimizdən gələni etdik. Kim? Biz. Müəyyən şəxsli. Bu günün işini sabaha qoymazlar. Ümumi şəxsli. Elə bil onun üstünə soyuq su tökdülər. Aha, deməli, bizim cavabımız olacaq C bəndi. Qeyri-müəyyən şəxsi cümlələrdə adətən bənzətmə bildirən modal sözlər işlənə bilir. Məsələn, elə bil ki, sanki, güya, güya ki. Amma bütün bənzətmə bildirən modal söz işlənmiş cümlələr qeyri-müəyyən şəxsli hesab olunmur. Məsələn, onlar sanki yatırdılar cümləsində də bənzətmə bildirən modal söz var, amma müəyyən şəxsli cümlədir. Deməli, cümlənin mübtədasına fikir vermək lazımdır. Onun sənədləri müzakirəyə çıxarıldı. Müzakirəyə çıxarıldı onun sənədləri. Bu müəyyən şəxslidir, mübtədası var. Qonşuya ümid bağlayan şamsız qalar. Kim şamsız qalar? Qonşuya ümid bağlayan. Bu da müəyyən şəxsli cümlədir. Deməli, 49-da oldu C bəndi. 50-ci sual. Bir müəyyən şəxsli cümlədir. Mübtədası olan. Hər sözə gülməzlər bala. Bu cümlə olacaq ümumi şəxsli. Xəzər dənizinin adaları deyilənlərə görə bir çox faciələrin şahididir. Faciələrin şahididir. Nə faciələrin şahididir? Xəzər dənizinin adaları. Bax, cümlənin mübtədası var. Deməli, bizim cümləmiz, cavabımız olacaq B bəndi. Digər variantlara da baxaq. Həyatının ən mənalı illəri idi. Həyatının illəri. Şəxssiz cümlədir. C-ni çıxdım. Füzulinin qəzəllərini əzbərdən söyləyirdilər. Söyləyirdi kim? Kimsə. Bilinmir kim. Deməli, qeyri-müəyyən şəxsi cümlədir. Bunu da çıxdım. Sanki onu sehirləmişdilər. Bu da olacaq qeyri-müəyyən şəxsi cümlə. Deməli, 50-də cavabımız oldu B bəndi. 51-ci sual. Şəxsiz cümlə haqqında fikirlərdən biri səhvdir. Xəbəri yalnız feillə ifadə olunur. Deməli, biz bayaq dedik ki, şəxsiz cümlələrin xəbəri iki cür olur. İsmi xəbərli şəxsiz cümlə, feili xəbərli şəxsiz cümlə. Deməli, bu fikir bayaq dediyimiz məlumata əsasən səhv fikir elə olacaq A bəndi. Çünki xəbər yalnız feillə ifadə olunsa, ancaq feili xəbərli şəxsiz cümlə olacaq. Amma biz deyirik ki, həm feili xəbərli, həm də ismi xəbərli şəxsiz cümlələr var. Demək, bizim cavabımız olacaq A bəndi. Digər variantlara da baxaq. Xəbər əsasında formalaşan sadə cümlənin bir növüdür. Bu düzdür. Xəbəri yalnız üçüncü şəxsin təkində olur. Bu da düzdür. Bu cümlələrin tərkibində ikinci dərəcəli üzvlər iştirak edə bilər. Düzdür. Mübtədası olmur, təsəvvür də edilmir. Bu da düzdür. 52-ci sual. Cümlələrin şəxsə görə növlərinin düzgün ardıcıllığını müəyyən edin. Ehtiyatlı oğlun anası ağlamaz. Ağlamaz, kim ağlamaz? Ehtiyatlı oğlun anası mübtədası var. Bu müəyyən şəxslidir. Hər bir günahkarın cəzasını gərək vaxtında verəsən. Deməli, bu ümumi şəxsli cümlədir. Çünki burada nəsihət var, öyüd var. Kiməsə elə bil öyüd verirsən. Hər bir günahkarın cəzasını gərək vaxtında verəsən. Öyüd xarakterlidir. Bu olacaq ümumi şəxsli. Bu sözdən Cahan xanımın qanı qaraldı. Bax, bu cümlədə Cahan xanımın qanı qaraldı olacaq xəbər. Nədən qanı qaraldı? Sözdən, hansı sözdən? Bu sözdən. Bu cümlənin mübtədası yoxdur. Təsəvvürə də gətirmək olmur. Deməli, hansı cümlədən söhbət gedir? Şəxsiz cümlədən. Ardıcıllıqla belə olacaq. Müəyyən şəxsli, ümumi şəxsiz. Müəyyən şəxsli, ümumi şəxsiz isə olacaq D bəndi. 53-cü sual. 53-də soruşur, cümlələrin şəxsə görə növlərinin düzgün ardıcıllığını müəyyən edin. Bayaqki tipli sual. Böyük sözünə baxmayan böyük bəlaya düşər. Bəlaya düşər, kim bəlaya düşər? Böyük sözünə baxmayan. Mübtədası var. Deməli, bu müəyyən şəxslidir. İndi hər yerdə abituriyentlə qarşılaşırsan. Bu ümumi şəxslidir. Dünəndən bəri Səfiqulu bəyin ağlı başına gəlmişdi. Bu da olacaq şəxsiz cümlə. Ardıcıllıqla belə olacaq. Müəyyən şəxsli, ümumi şəxsiz. Müəyyən şəxsli, ümumi
Şəxssiz isə olacaq E bəndi. Deməli 53-də cavab olacaq E bəndi. 54. Biri şəxssiz cümlə deyil. Yola çıxmaq vaxtı idi. Şəxssizdir. Anı çıxdım. Respublikamızın gündən-günə gözəlləşməsi bizi sevindirir. Sevindirir. Nə sevindirir? Respublikamızın gündən-günə gözəlləşməsi sevindirir. Bax, bu cümlənin mübtədası var. Mübtədası varsa, deməli müəyyən şəxslidir və şəxssiz deyil. Cavabımız olacaq B bəndi. Tapşırığa vaxtında əməl edildi, şəxssiz. Düzü ona çox yazığım gəldi, şəxssiz. Küçədə tam sakitlikdir, şəxssiz. Deməli 54-də cavab oldu B bəndi. 55. Biri şəxssiz cümlə deyil. Sinifdə tam sakitlikdir, şəxssiz. Sərin bir bahar gecəsi idi. Bahar gecəsi idi, xəbər. Necə bahar gecəsi idi, sərin. Bu da şəxssiz cümlədir. Keçək o bir cümlələrə. Bu güldən xoşum gəlir, şəxssiz. Beləsinə az təsadüf olunur, şəxssiz. Mircəlalın romanları çox oxunaqlıdır. Oxunaqlıdır. Nə oxunaqlıdır? Mircəlalın romanları. Bax, mübtədası var. Deməli, bu şəxssiz yox, olacaq müəyyən şəxsli cümlə. Cavabımız da olacaq E bəndi. 56-cı sual. 56-da deyir, yalnız baş üzvlərdən ibarət müəyyən şəxsi cümlə. Baş üzvlərdən ibarət, yəni ancaq mübtəda xəbər olsun cümlədə. Şəhərin geniş xiyabanlarını seyr etməkdən həzz alırdılar. Kim, kimsə. Bu qeyri-müəyyən şəxsidir, çünki mübtədası yoxdur. Nadir müəllimin bu sözləri ürəyimizcə idi. Ürəyimizcə idi xəbər. Nə ürəyimizcə idi? Nadir müəllimin bu sözləri. Bax, bu cümlə olacaq, yalnız mübtəda xəbərdən ibarətdir. 3-ə baxaq. Əsgərlərimizin döyüşlərdə uğur əldə etməsi qələbələrimizin başlanğıcı idi. Qələbələrimizin başlanğıcı idi, xəbər olacaq. Nə qələbələrimizin başlanğıcı idi? Əsgərlərimizin döyüşlərdə uğur əldə etməsi. Bu da olacaq mübtəda və cümlədə yalnız mübtəda xəbər olacaq. 3-cü cümləni də götürürük. Havaların soyuq keçməsi Muradın xoşuna gəlmirdi. Muradın xoşuna gəlmirdi. Nə xoşuna gəlmirdi? Havaların soyuq keçməsi. Bu cümlədə də yalnız mübtəda və xəbər var. Ona görə 4-ü də götürdük. Avtobusun gecikməsinə alışmışdılar. Kim? Onlar. Qeyri-müəyyən şəxslər. Bu da olacaq qeyri-müəyyən şəxsli cümlə. Deməli, cavablarımız olacaq 2, 3, 4, D bəndi. Yalnız baş üzvlərdən ibarət olan müəyyən şəxsi cümlələri müəyyən edir. İmtahanların şəffaflığına söz ola bilməzdi. Bu cümlədə mübtəda yoxdur, bunu çıxdım. Ananın öyüdünü eşitməyən peşman olar. Peşman olar, kim peşman olar? Ananın öyüdünü eşitməyən, bu da mübtəda. Biri olacaq 2. Telefonun aramsız səslənməsinə oyandım. Oyandım, nəyə oyandım? Telefonun aramsız səslənməsinə. Bu müəyyən şəxslidir, amma cümlədə mübtəda yoxdur. Ona görə 3-ü götürmürük. Deməli, vətəni sevməmək mümkün deyil. Mümkün deyil, nə mümkün deyil? Vətəni sevməmək. Bu cümlədə mübtəda xəbər var, yalnız 4. Babalarımızın müdrik nəsihətləri həyat dərsidir. Həyat dərsidir. Nə həyat dərsidir? Babalarımızın müdrik nəsihətləri. Deməli, bir də cavabımız olmalıdır. 5. 2, 4, 5. 2, 4, 5 cavabı da olacaq D bəndi. Biri əmr cümləsidir. Ziniyyət nənəmgildə yaşamalıydı. Bu nəqli cümlədir. Anı çıxdım. Onları qovub aramızdan uzaqlaşdırın. Əmr cümləsi. Digər variantlara da baxaq. Nəbinin düşmənləri buradan keçənləri hədəfə alırmışlar. Nəqli cümlə. Dağdan atılan güllələr buranı tutmaz. Deməli, bu da olacaq nəqli cümlə. Mən buradan heç yerə getmərəm. Nəqli cümlə. Deməli, cavabımız oldu B bəndi. 59. 59-da soruşur. Modal sözdə ifadə olunan söz cümləni müəyyən edin. Söz cümlədə ancaq köməkçi nitq hissələri iştirak edir. Məsələn, modal sözdən
istifadə oluna bilər, təsdiq və inkar ədatlarından istifadə oluna bilər. Amma əsas nitq hissəsi işlənə bilməz. Yolun açıq olsun, sənin də. Burada əvəzlikdən istifadə olunub. Deməli, bu söz cümlə ola bilməz. Səni qınayarlar. Əsla. Ədatdan istifadə olunub. Bu söz cümlədə, amma ədatla ifadə olunub. Modal sözlə yox. Getmək istəyirsən? Xeyr. Burada da ədatla ifadə olunub. Nəticəni düşünürsənmi? Nida ilə ifadə olunub. Mənə inanırsanmı? Əlbəttə. Əlbəttə yəqinlik bildirən modal sözdür. Deməli, bizim cavabımız olacaq bəndi. 60. Şəxsiz sual əvəzliyinin köməyi ilə əmələ gələn sual cümləsi hansıdır? İclas nə vaxtdır? Belə cavabımız olacaq A bəndi. Fransanın paytaxtını görmüsənmi? Burada sual ədatı işlənib. Yeni çıxdım. Sən burada yaşayırsan. Bu intonasiya ilə yaranıb. Yeni çıxdım. O səncə yaxşı adamdır. Bu da intonasiya ilə yaranıb. Yeni çıxdım. Heç səni unutmaq olar. Burada da demək olar ki, ədatla yaranıb heç. Əslində heçi burada sual ədatı kimi götürmək olar, bəlkə də mənasını dəyişən kimi, amma intonasiya kimi də sual ədatları içərisində heç olmadığına görə bunu intonasiya ilə götürməliyik. Deməli 60-da oldu A bəndi. 61. Şəxsiz cümləni müəyyən edin. Dostlar gündə tanınar. Kim tanınar? Dost. Mübtədası var, müəyyən şəxsli. Heç rast gəlinmədi də. Bizi biraz danladılar, bu qeyri-müəyyən. Qurumuş ağacları kəsdilər, qeyri-müəyyən. Bu hamının arzusudur. Nə? Bu da müəyyən. Cavabımız olacaq, heç rast gəlinmədi də. Rast gəlinmək şəxsiz feildir. Şəxsiz növdə olan feildir və şəxsiz cümlələrin xəbəri kimi iştirak edir. Deməli, 61 oldu B bəndi. Altmış 62-də soruşur, şəxsiz cümlə hansıdır? Odunu gətirdilər, qeyri-müəyyən şəxslərdən söhbət gedir. Deməli, bu qeyri-müəyyən şəxslərdir. Yayın isti günlərindən biri idi. Şəxsiz cümlə bax olacaq B bəndi. Çünki bu cümlədə mübtəda yoxdur. Digər variantlara da baxaq. Qış gecələrinin birində atam qayıtdı. Kim qayıtdı? Atam. Mübtədası var, müəyyən şəxsli. Danışan qohumlardan biri idi. Kim qohumlardan biri idi? Danışan. Mübtədası var, deməli müəyyən şəxslidir. Kəndə getdilər. Kim? Qeyri-müəyyən şəxslərdən söhbət gedir. Bu da olacaq qeyri-müəyyən şəxsli cümlə. Deməli 62-də cavab oldu B bəndi. 63. Yenə bütün günü bağçanı dolaşıb Nazlını danışdırır. Qəlbindəki dərin böhrandan rahatlıq tapmırdı. Cümləsinin şəxsə görə növünü müəyyən edin. Danışdırır, kim danışdırır? O. Bayaq qeyd elədiyim kimi, üçüncü şəxsin cəmindən başqa, cümlədə əgər mübtəda varsa, üçüncü şəxsin cəmindən başqa, cümlədə mübtəda varsa da müəyyən şəxsi götürürük, yoxdursa da müəyyən şəxsi götürürük. Bu cümlədə mübtəda yoxdur, amma yenə də müəyyən şəxsi cümlə götürülməlidir. Çünki üçüncü şəxsin təkindədir və mübtəda əlavə etmək olar. O əvəzliyindən istifadə edə bilərik. Deməli, burada cavab olacaq A bəndi. 64. Məntiqə əsasən nöqtələrin yerinə uyğun gələn cümlə növünü müəyyən edin. Adlıq cümlə, müəyyən şəxsi cümlə, baxaq, ümumi şəxsi cümlə. Deməli, qeyri-müəyyən şəxsi cümlə. Sadə cümlənin şəxsə görə növləridir. Demək, Tehranilərin qış sarayında geniş və zəngin naxışlarla işlənmiş bir zal. Bu adlıq cümlədir. Adlıq cümlə var burada. Çıxdım bunu. Ziyarətə gələn düşməndən heyf almazlar. Bu ümumi şəxsi cümlədir. Aha, deməli, burada adları verilmiş cümlə növünə uyğun cümlələri tapırıq. Hansına uyğun cümlə yoxdursa, onu deməli sualın cavabı olacaq. Ziyarətə gələn düşməndən heyf almazlar, ümumi şəxslidir. Ümumi şəxslini çıxdım buradan. Mirzə Səfər kənddə ikən qızı Hacı Əbdüləzizin oğluna verdilər. Kimi verdilər?
Demək, bu olacaq qeyri-müəyyən şəxsi cümlə. Demək, qeyri-müəyyən şəxsində çıxdım. Qohum qardaşı dədə bəyə ürək-dirək verməyə yığılmışdı. Kim yığılmışdı? Qohum qardaşı. Bu da müəyyən şəxsi cümlədir. Deməli, yeni də çıxdım. Müəyyən şəxsi cümlədə var. A bəndində fabrik söhbətindən Çoban Vəlinin ağlı bir şey kəsmədi. Bax, şəxsiz cümlədə A bəndi və şəxsiz cümlə verilməyib burada. Ona görə cavabı A bəndi götürməliyik. 65. 65-də soruşur, cümlələrin birində həm sual ədatı, həm də sual əvəzliyi eyni intonasiyanın yaranmasına xidmət edir. Yəni, sual cümləsi yaradır. Ən böyük həqiqət nədir? Burada sual ədatı yoxdur. Sual əvəzliyi var, amma sual ədatı yoxdur. A-nı çıxdım. Nədir kür üstündə gördüyüm büsat? Burada da sadəcə sual əvəzliyi var. B-ni çıxdım. O şərəfli günlər unudulurmu? Burada yalnız sual ədatı var. D-ni çıxdım. Görəsən onu tapa biləcəyəmmi? Burada da yalnız sual ədatı var. C bəndində isə bəs Aydın nə düşünür? Bəs sual ədatı, nə sual əvəzliyi, hər ikisi işlənib. Deməli, cavabımız olacaq C bəndi. 66-cı sual. Hansılar müəyyən şəxsi cümlələrdir? Meşəni ov üçün çox gəzib yorulmuşdum. Kim? Mən. Mübtəda əlavə etmək olur. Deməli, bir müəyyən şəxsidir. Gecənin bir vaxtı sanki məni oyatdılar. Kim? Qeyri-müəyyən şəxslər. Bu qeyri-müəyyən şəxsidir. Birazdan qaranlıq aləmi bürüdü. Nə bürüdü? Qaranlıq. Mübtədası var. Deməli, bu da müəyyən şəxsidir. Ürək açan bir mənzərə idi. Şəxsiz cümlə. Necə mənzərə idi? Ürək açan. Bunda çıxdım. Kim daha yaxşı oynayır? Oynayır. Kim? Kimdə olacaq? Mübtəda. Deməli, olacaq 1, 3, 5. 1, 3, 5 cavabı da 66-da C bəndi olacaq. 67. Həyat davam edir cümləsi nə üçün müəyyən şəxsi cümlə sayılır? Davam edir, nə davam edir? Həyat. Mübtədası olduğu üçün. Mübtəda ilə xəbər arasında uzlaşma olduğuna görə, təbii ki, yox. Deməli, xəbəri iştirak etdiyinə görə, bu da yox. Bitmə intonasiyası ilə tələffüz olunduğuna görə, bu da yox. Müxtəsər fikir ifadə etdiyinə görə, bu da yox. Baş üzvlərin hər ikisi iştirak etdiyinə görə, bax, cavab olacaq D bəndi. 67-də cavab olacaq D bəndi. 68. 68-də deyir, cümlələrdən biri müəyyən şəxsidir. İsmailzadənin trestində sakitlikdir. Şəxsiz cümlədir. A-nı çıxdım. Onları məktəbin həyətində gördük. Kim? Biz. Mübtəda əlavə etdik. Deməli, bu müəyyən şəxsidir. Digər variantlara baxaq. Dəmiri isti-isti döyərlər. Ümumi şəxsli. Günün batan vaxtı idi. Şəxsiz. Uşaqların getməyinə icazə verilmir. Bu da olacaq şəxsiz cümlə. Deməli, cavabımız oldu B bəndi. Şəxsiz cümlə hansıdır? Deməli, dəmiri isti-isti döyərlər ümumi şəxsli. Qapını döyürlər qeyri-müəyyən. İmtahana vaxtında hazırlaşarlar ümumi şəxsli. Kimsə bura gəlir. Gəlir kim? Kimsə. Bu müəyyən şəxslidir. Vaxtda lap az qalır. Bax, cavabımız olacaq B bəndi. 70-ci sual. Şəxsiz cümlə hansıdır? Söhbətdə bu məsələyə toxunulmadı. Elə A bəndi olacaq, amma variantlara baxaq. Kitab oxundu, film göstərildi. Nə oxundu, nə göstərildi? Mübtədası var. Deməli, bu müəyyən şəxsidir. Onları məktəbdə gözləyirlər. Kimsə gözləyir. Bu qeyri-müəyyəndir. Biz kəndimizə çatanda qar yağırdı. Nə yağırdı? Qar yağırdı. Mübtədası var. Müəyyən şəxsidir. Gedənlər tezdə qayıtdılar. Kim qayıtdı? Gedənlər. Bu da müəyyən şəxslidir. Deməli, cavabımız olacaq A bəndi.
Şəxssiz cümlə hansıdır? Gözəl bir hədiyyə alınıb. Nə alınıb? Hədiyyə. Bu müəyyən şəxslidir. Hamımız orada iştirak edəcəyik. İştirak edəcəyik. Kim? Hamımız. Bu da müəyyən şəxslidir. Onun xətrini çox istəyirik. Kim? Biz. Bu da müəyyən şəxslidir. Sabah Rüstəmin ad günüdür. Ona görə də xüsusi hazırlaşmışıq. Kim? Biz. Mübtəda əlavə etmək olur. Deməli, bu da müəyyən şəxslidir. Amma ey bəndi sabah Rüstəmin ad günüdür cümləsinə mübtəda əlavə etmək olmur. Deməli, cavabımız da olacaq ey bəndi. 72. Biri şəxssiz cümlə deyil. Tapşırığa vaxtında əməl edildi. Şəxssizdir. Yola çıxmaq vaxtı çatanda səhər idi. Nə zaman səhər idi? Yola çıxmaq vaxtı çatanda. Bu da şəxssizdir. Artıq görüş vaxtı dəqiqləşdirildi. Nə dəqiqləşdirildi? Görüş vaxtı. Bax, bunun mübtədası var. Deməli, bu şəxssiz yox, müəyyən şəxsli cümlədir. Düzü ona çox yazığım gəldi. Şəxssiz. Ona bu dəfə də icazə verilmədi. Şəxssiz. Deməli, 72-də cavab olacaq C bəndi. 73. Şəxssiz cümləni müəyyən edin. Yorulduğu üçün qaça bilmirdi. 73-də deyir, şəxssiz cümləni müəyyən edin. Yorulduğu üçün qaça bilmirdi. Kim qaça bilmirdi? O. Mübtəda əlavə etmək olur. Deməli, bu müəyyən şəxslidir. Yenə sizi axtarırlar. Kimsə axtarır. Qeyri-müəyyən şəxslər. Deməli, bu qeyri-müəyyən şəxslidir. Gözlənilməz xəbərdən sarsılmışdıq. Kim? Biz. Mübtəda əlavə etmək olur. Deməli, bu müəyyən şəxslidir. Onu heç cür razı sala bilmədik. Kim? Biz. Mübtəda əlavə edə bilirik. Deməli, müəyyən şəxslidir. Amma E bəndində payızın yağışlı, çiskinli bir günü idi cümləsinə mübtəda əlavə etmək olmur. Deməli, bizim cavabımız da elə olacaq E bəndi. 74. Şəxssiz cümləni müəyyən edin. Adam ayağına görə yorğanını uzadar. Uzadar. Kim? Adam. Mübtədası var, müəyyən şəxsli. Dağların zirvəsi dumana büründü. Nə büründü? Dağların zirvəsi. Mübtədası var, müəyyən şəxsli. Bu işi sabaha saxlamayın. Kim? Siz. Mübtədası yoxdur, amma əlavə etmək olur. Ona görə də bu da müəyyən şəxslidir. Səhərə qədər müzakirə davam etdirildi. Nə davam etdirildi? Müzakirə. Mübtədası var, deməli müəyyən şəxslidir. Narahatlığa son qoyuldu. Bu cümlənin isə mübtədası yoxdur. İstəsək də əlavə edə bilmərik. Deməli, cavabımız olacaq E bəndi. 75. Şəxssiz cümləni müəyyən edin. Cəmaat necə, sən də elə. Cəmaat necədir, sən də eləsən. Mübtədası var, müəyyən şəxsidir. Cavab verən uşaqdan hamı razı qaldı. Razı qaldı kim? Hamı. Mübtədası var, müəyyən şəxsli. Məsələ həll edildi. Nə həll edildi? Məsələ mübtədası var, müəyyən şəxsli. Qoy var olsun elin varı. Elin varı var olsun. Mübtədası var. Deməli, bu da müəyyən şəxsidir. Yığıncaqda bu məsələyə xüsusi fikir verildi. Bu cümlənin isə mübtədası yoxdur, əlavə etməkdə olmur. Deməli, bizim cavab olacaq E bəndi. 76-da soruşur, şəxssiz cümlə hansıdır? Su kiçiyindir, yol böyüyündür. Nə su, nə yol. Mübtədası var, müəyyən şəxsidir. Abituriyentlər öz biliklərini nümayiş etdirdilər. Nümayiş etdirdilər. Kim abituriyentlər? Mübtədası var bu cümləndə, demək müəyyən şəxslidir. Səngərləri möhkəm qoruyurlar. Kim? Qeyri-müəyyən şəxslər. Deməli, bu qeyri-müəyyən şəxsidir. Ağacları sulamağa başlamışdılar. Kim? Onlar. Yəni, qeyri-müəyyən şəxslər. Bu da qeyri-müəyyən şəxslidir. Amma A bəndi fevralın 25-dən 26-sına keçən gecə idi. Bax, bu cümlə olacaq şəxssiz cümlə. Biri şəxssiz cümlədir. Uşaq daha da ucadan ağlamağa başladı. Kim? Uşaq. Mübtədası var. Müəyyən şəxsi. Küləyin gücündən ağacların bəziləri sınmışdı. Nə sınmışdı? Ağacların bəziləri. Mübtədası var. Demək müəyyən şəxsidir.
Nahaq yerə uşaqları danlamışdım. Çiyim, mən. Mübtəda yoxdur, amma əlavə etmək olar. Deməli, bu da müəyyən şəxsi cümlədir. Çoxları təəccübdən donub qalmışdı. Kim donub qalmışdı? Çoxları. Demək, burada da mübtəda var, müəyyən şəxslidir. Amma A bəndi, şəxsiyyətsiz insanlara çox yazığım gəlir. Frazeoloji birləşmə və kimə yazığım gəlir? İnsanlara, hansı insanlara? Şəxsiyyətsiz. Cümlədə mübtəda yoxdur, mübtədanı əlavə etmək də olmur. Deməli, cavabımız olacaq A bəndi. 78. Bizim meşələrdə vəhşi heyvanlara az təsadüf edilir. Fe'li xəbərli. Fe'li xəbərli qeyri-müəyyən şəxsli ola bilməz. Çünki üçüncü şəxsin təkidir. A-nı çıxdım. İkinci dərəcəli üzvlərin iştirak etdiyi müəyyən şəxsli cümlə mübtədası yoxdur, müəyyən şəxsli ola bilməz. Yalnız baş üzvlərin iştirak etdiyi müəyyən şəxsli cümlə mübtədası yoxdursa, deməli müəyyən ola bilməz. Demək, ismi xəbərli şəxssiz cümlə də ola bilməz. Çünki fe'li xəbərdir və indiki zamandadır. Eyni də çıxdım. Deməli, cavab olacaq D bəndi. İkinci dərəcəli üzvlərin iştirak etdiyi şəxssiz cümlə. Təsadüf edilir. Nəyə təsadüf edilir? Heyvanlara. Hansı heyvanlara? Vəhşi, təyin. Harada? Meşələrdə. Hansı meşələrdə? Bizim. Nə qədər? Az. Bəli, bu cümlə ikinci dərəcəli üzvlərlə zəngin şəxssiz cümlədir. Deməli, cavabımız olacaq D bəndi. 79. Biri şəxssiz cümlədir. Firudun bu tayfanın igid oğullarından biri idi. Tayfanın igid oğullarından biri idi. Kim? Firudun. Mübtədası var, müəyyən şəxsli. Usta Mehdi mənim babamdır. Mənim babamdır. Kim? Mehdi. Mübtədası var. Deməli, bu da müəyyən şəxslidir. Qızım, Allahın bizə rəhmi gəlsin. Digər variantlarda baxaq. Daldan atılan daş topuğa dəyər. Nə? Daş. Mübtədası var. Müəyyən şəxsli. Körpə gülüşü ananın sevincinin mayasıdır. Nə? Körpə gülüşü. Deməli, bu da müəyyən şəxslidir. C bəndində isə ilk baxışda elə görünür ki, rəhmi gəlsin, Allahın rəhmi mübtədadır. Amma rəhmi gəlmək frazeoloji birləşmə olduğuna görə onu ayırıb başqa cümlə üzvü götürə bilmərik. Bu bir yerdə götürülməlidir. Və bu cümlənin rəhmi gəlsin bir yerdə götürəndə cümlənin mübtədası olmayacaq. Mübtədası da yoxdursa, deməli şəxssiz cümlədir. Demək, cavab olacaq 79-da C bəndi. 80. 80-də deyir, şəxssiz cümlə hansıdır? Məktub vaxtında çatdırıldı. Nə çatdırıldı? Məktub. Mübtədası var, müəyyən şəxslidir. Dərsə vaxtında gələrlər. Bu ümumi şəxsli cümlədir. B-ni çıxdım. 5-ə 10 dəqiqə işləyib. Demək, gedəni saxlamazlar. Bu ümumi şəxslidir. D-ni çıxdım. Şəhərdə yaşamağa üstünlük verirlər. Şəhərdə yaşamağa üstünlük verirlər deyəndə ümumi şəxsdən söhbət gedir. Deməli, bu da ümumi şəxslidir. Cavabımız olacaq C bəndi. 5-ə 10 dəqiqə işləyib. Bu cümlədə mübtəda yoxdur və mübtəda əlavə edə də bilmirik. Deməli, 80 oldu C. Hansı cümlə qeyri-müəyyən şəxsidir? Bahar nə xoş gəlir, ruha dad verir. Nə? Bahar. Mübtədası var. Deməli, müəyyən şəxsidir. Yayın son günləri idi. Şəxssiz cümlə. Onlar yazıçının həyatı haqqında xeyli material topladılar. Kim topladı? Onlar. Mübtədası var. Müəyyən şəxsidir. O hadisədən xeyli keçmişdir. O hadisədən xeyli keçmişdir olacaq şəxssiz cümlə. Cavabımız olacaq D bəndi. Bu gün bizə xoş xəbər verdilər. Kimsə xəbəri verib, qeyri-müəyyən şəxslər, amma kimin olduğu məlum deyil. Deməli, cavab olacaq D bəndi. 82. Şəxssiz cümləni müəyyən edin. Ancaq Bəhlul bir daha görünmədi. Kim görünmədi? Bəhlul. Mübtədası var, müəyyən şəxsi. Havanın çox xoş olmasına baxmayaraq payız idi.
Cavabımız B bəndi olacaq, amma digər variantlara da baxaq. O, işin çoxluğundan baş açıb meydançaya gələ bilmirdi. Kim gələ bilmirdi? O. Mübtədası var. Deməli, bu müəyyən şəxsidir. Hər şeyə yenidən baxdılar. Kimsə, qeyri-müəyyən şəxslər. Bu qeyri-müəyyən şəxsidir. Nə isə tappıltı ilə yerə düşdü. Nə düşdü? Nə isə. Bu da mübtədası var deyə müəyyən şəxsidir. Cavabımız olacaq B bəndi. 83. Şəxsiz cümləni müəyyən edin. Bizi təzə iş yerində yaxşı qarşıladılar. Kim qarşıladı? Onlar. Qeyri-müəyyən şəxslər. Bu qeyri-müəyyən şəxsidir. Kitabları sıraya düzməyi bizə tapşırdılar. Kim tapşırdı? Kimsə. Qeyri-müəyyən şəxslər. Deməli, bu da qeyri-müəyyən şəxsidir. Demək, cavan olanda məgər sözə baxmazlar. Bu ümumi şəxsli cümlədir. D-ni çıxıram. İndiki zamanda kəndə kömək etməliyik. Kim? Biz. Bu da müəyyən şəxsi cümlədir. C bəndi. Kənddəki mədəniyyət saraylarına diqqət yetirilirdi. Bax, cavab olacaq C bəndi. Çünki bu cümlə şəxsiz cümlədir və şəxsiz cümlə olduğu üçün mübtəda əlavə et. Mübtədası yoxdur, mübtəda əlavə etmək də olmur. 84. Söyləyənə baxma, söylədiyinə bax. Cümləsinin növünü müəyyənləşdirin. Söyləyənə baxma, söylədiyinə bax, ilk baxışda müəyyən şəxsi cümləyə bənzəyir, düzdür. Amma burada ümumi bir fikir var. Yəni, söyləyənə insanın özünə fikir vermə, insanın dediklərinə fikir ver, mənası çıxır və ümumi nəsihət xarakterli fikir olduğuna görə bu nə olacaq? Ümumi şəxsli cümlə olacaq. 85-ci sual. Hərəyə bir iş tapşırdılar. Kim tapşırdı? Kimsə, qeyri-müəyyən şəxslər. Cümlənin növünü müəyyən edin, olacaq qeyri-müəyyən şəxsi cümlə. D bəndi. 86. Nümunələrdən biri qeyri-müəyyən şəxsi cümlədir. Böyüyə hər yerdə hörmət edərlər. Bu ümumi şəxslidir. Belələrinə çox az təsadüf olunur. Bu şəxsizdir. Uzun qış gecələrindən biri idi. Şəxsizdir. İşləməyənə tənbəl deyərlər. Bu ümumi şəxslidir. Cavabımız olacaq D bəndi. Sinif otaqlarımızı çox zövqlə təmir ediblər. Kimsə, qeyri-müəyyən şəxslər. Deməli olacaq 86-da cavab D bəndi. 87. Onu nahaq yerə gözdən salıblar. Cümləsinin növünü müəyyən edin. Kim gözdən salıb? Kimsə, qeyri-müəyyən şəxslər. Deməli, bu cümlədə olacaq qeyri-müəyyən şəxsli cümlə. 88. Ümumi şəxsli cümləni müəyyən edin. Ümumi şəxsli cümlələr hamıya aid edilən cümlələrdir və nəsihət, öyüd, sonra öyüd, nəsihət, məsləhət xarakterli cümlələr olur. Müdirin otağına hündür cüssəli bir kişi girdi. Kim girdi? Kişi. Mübtədası var, müəyyən şəxsdir. Qonağa hörmət edərlər. Bax, ümumi şəxsi cümlə olacaq B bəndi. Bu qonağa hörmət etmək fikri bir nəfərə aid deyil. Yəni biz bu sözə bir çox yerdə rast gələ bilərik. Demək olar ki, hər yerdə rast gələ bilərik. Çünki bu bir nəfərə aid fikir yox, ümumi insanlara aid fikirdir. Ona görə də cavabımız olacaq B bəndi. C bəndi. Qızın baxışlarında qorxu və təlaş vardı. Nə var idi? Təlaş, nə var idi? Qorxu. Mübtədası var, deməli bu müəyyən şəxslidir. Hamı məhkəmə iclasının başlamasını gözləyirdi. Kim gözləyirdi? Hamı. Mübtədası var, demək müəyyən şəxslidir. Zarafatla deyilən sözdən onlar inciməzlər. Kim inciməz? Onlar. Mübtədası var, deməli bu da müəyyən şəxsli cümlədir. 88-də cavab olacaq, demək B bəndi. 89. 89-da soruşur, şəxsiz cümləni müəyyən edin. Dostu qoyub qaçmazlar, ümumi şəxsli. Hər tərəf qaranlıq idi. Qaranlıq idi, hara? Hər tərəf. Mübtədası var, bu müəyyən şəxslidir. Novruz bayramı idi. Bax, bizim cavabımız olacaq C bəndi.
Deyə baxaq. Səni çoxdan gözləyirdim. Kim? Mən. Mübtəda əlavə eləmək olar. Deməli, bu müəyyən şəxsdir. Bu gün kinoya gedəcəyik. Kim? Biz. Burada mübtəda əlavə etmək olar. Deməli, bu da müəyyən şəxsdir. Deməli, 89 oldu C bəndi. 90. Gecə bizi rəisin yanına çağırdılar. Kim? Kimsə. Qeyri-müəyyən şəxslər. Deməli, bu cümlə nə olacaq? Qeyri-müəyyən şəxsli cümlə. Dərsə vaxtında hazırlaşarlar cümləsinin növünü müəyyən edin. Ümumi şəxs, ümumiyə aiddir, hamıya aiddir. Ona görə də olacaq ümumi şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Həsrətli gözlər, pərişan saçlar, titrək dodaqlar. Bu olacaq adlıq cümlə. Gecədən xeyli keçmişdi. Bu şəxssiz cümlədir. Nədənsə onlar mənə tərəf baxırdılar. Kim baxırdı onlar? Mübtədası var, müəyyən şəxsli. İndi sizinkiləri də gətirəcəklər. Kim gətirəcək? Qeyri-müəyyən şəxslər. Yəni kimsə gətirəcək. Bax, bizim cavabımız olacaq D bəndi. Mənə yaman soyuqdur cümləsi isə olacaq şəxssiz cümlə. Deməli, 92-də oldu D bəndi. 93. Biri şəxssiz cümlədir. Otaqlarımızı gözəl təmir ediblər. Kimsə. Bu qeyri-müəyyən şəxslidir. Ana torpağımız səxavətlidir. Səxavətlidir nə? Torpağımız. Bu müəyyən şəxslidir. Mart ayının axırlarıdır. Bax, bizim cavabımız olacaq C bəndi, şəxssiz cümlə. Bu günün işini sabaha qoymazlar, ümumi şəxsli. Qarabağ, Şuşa qalası, Xan sarayı. Bu da adlıq cümlə. Demək, cavabımız olacaq C bəndi. Sular hərəkətli, torpaq bərəkətlidir. Əslində cümlə belə olmalıdır. Sular hərəkətlidir, torpaq bərəkətlidir. Sadəcə şəxs çəkicisi ixtisar olunduğuna görə ilk baxışda elə görünə bilər ki, bu adlıq cümlədir. Amma bu adlıq cümlə deyil. Demək, şəxsə görə növün soruşur bizdən. Hərəkətlidir, nə hərəkətlidir? Sular, bərəkətlidir, nə bərəkətlidir? Torpaq. Mübtədası varsa deməli nədir? Müəyyən şəxsli cümlədir. 94-də cavab olacaq C bəndi. 95-ci sual. Şəxssiz cümləni müəyyən edin. Adam yorğanına görə ayağını uzadar. Kim? Adam. Mübtədası var. Deməli, bu müəyyən şəxslidir. Çaya çatmamış çırmalanma. Kim? Sən. Əslində burada çaya çatmamış çırmalanma ümumi bir fikri bildirir. Yəni ki, işin sonun görməmiş, qərar vermə mənasına gəlir. Ümumi fikri bildirdiyi üçün biz bunu müəyyən şəxsi götürə bilmərik. Bu ümumi şəxsi cümlədir. Şahbaz, sənə arxayın ola bilərəmmi? Mən. Bax, bu cümlə də olacaq, deməli, müəyyən şəxsi cümlə. Məni kim axtarırdı? Mübtədası var, bu da müəyyən şəxsi cümlədir. Gecədən xeyli keçmişdi. Bax, bizim cavabımız olacaq D bəndi, şəxssiz cümlə. Gecədən xeyli keçmişdi cümləsi şəxssiz cümlədir. 96. Şəxssiz cümləni müəyyən edin. Vədinə xilaf çıxmayanlardan xoşum gəlir. Kimdən xoşum gəlir? Vədinə xilaf çıxmayanlardan. Elə cavabımız olacaq A bəndi. Çünki A bəndində mübtəda yoxdur və mübtəda əlavə etmək də olmur. A bəndi, B variantına baxaq. Sizinkilər sabah gedəcəklər. Kim gedəcək? Sizinkilər. Mübtədası var, deməli bu müəyyən şəxslidir. Məclisdəkilər uğunub getdilər. Kim? Məclisdəkilər. Mübtədası var, demək müəyyən şəxslidir. Yəqin bu işi sizə tapşıracaqlar. Kimsə, qeyri-müəyyən şəxslər. Bu qeyri-müəyyən şəxslidir. Bağlar da baharı gözləyirdi. Nə? Bağlar. Mübtədası var, deməli bu olacaq müəyyən şəxsli. 96-da cavab oldu A bəndi. 97. Şəxssiz cümləni müəyyən edin. Belə hadisəyə Bakıda tez-tez rast gəlinir. Sözü çox çeynəməzlər, ümumi şəxslidir. Kimsə yerindən dillənmədi, bu müəyyən şəxslidir. Qocalara, böyüklərə hörmət edərlər, ümumi şəxslidir. Çox oxuyanın dünya görüşü də çox olar.
Nə çox olar dünya görüşü, bu da müəyyən şəxslidir. Amma A bəndi belə hadisəyə Bakıda tez-tez rast gəlinir, olacaq şəxssiz cümlə. 98. 98-də soruşur, ümumi şəxsli cümləni müəyyən edin. Şəhərin qonaqları televiziya ilə çıxış etdilər. Kim çıxış etdi? Şəhərin qonaqları. Mübtədası var, müəyyən şəxslidir. İşi vaxtında görərlər. Cavabımız olacaq B bəndi, çünki ümumiyə aiddir. Digər variantlara da baxaq. Dağıdılmış obaları əhali abadlaşdırdı. Abadlaşdırdı kim? Əhali. Mübtədası var, müəyyən şəxsli. Komandalar qələbəyə can atırlar. Kim can atır? Komandalar. Mübtədası var, demək müəyyən şəxslidir. Gənc şairin yaradıcılıq gecəsi keçirildi. Nə keçirildi? Gənc şairin yaradıcılıq gecəsi. Daha doğrusu şairin yaradıcılıq gecəsi keçirildi. Bu da mübtədası var deyə müəyyən şəxslidir. Amma B bəndi olacaq ümumi şəxsli. 99. Nümunələrin biri qeyri-müəyyən şəxsli cümlədir. Şəkinin gözəlliyi bizi valeh etdi. Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri üçüncü şəxsin cəmində olur. Ümumiyyətlə bu cümlə qeyri-müəyyən şəxsli ola bilməz. A-nı çıxdım. Bizi bəsrədən yola saldılar. Kim? Onlar. Qeyri-müəyyən şəxslər. Bax, cavabımız olacaq B bəndi. Digər variantlara da baxaq. Gəncə qonaqları gül çiçəklə qarşıladı. Qarşıladı. Kim qarşıladı? Gəncə. Demək, bu olacaq müəyyən şəxsli cümlə. Qonaqlar hər yeri qarış-qarış gəzdilər. Kim gəzdi? Qonaqlar. Mübtədası var, müəyyən şəxslidir. Paytaxt gözəlliyi ilə könül oxşayır. Könül oxşayır. Nə könül oxşayır? Paytaxt. Bu da müəyyən şəxslidir. 99 oldu B bəndi. 100-cü sual. Ümumi şəxsli cümlə hansıdır? Hamı torpağın qeyrətini çəkməlidir. Demək, bu fikir əslində ümumi fikir olsa da, hamı deyəndə ümumi insanlar nəzərdə tutulsa da, amma belə bir şey var ki, ümumi olan fikirdə də mübtəda varsa, biz onu ümumi şəxsli yox, müəyyən şəxsli götürməliyik. Çəkməlidir. Kim? Hamı. Bax, mübtədası var. Deməli, bunu ümumi götürə bilməliyik. Bu müəyyən şəxsli olacaq. Bir dəfə kənddə hay-küy oldu. Nə oldu? Hay-küy. Mübtədası var. Deməli, bu da müəyyən şəxslidir. Yaxşı dost çətin gündə tanınar. Kim tanınar? Dost tanınar. Mübtədası var. Demək, müəyyən şəxslidir. Sabah yanıma gələrsən. Kim? Sən. Mübtədası olmasa da əlavə edə bilirik. Deməli, bu da müəyyən şəxslidir. Amma dostu dar gündə tanıyarlar cümləsi nə olacaq? Ümumi şəxsli cümlə olacaq. D bəndi. 103-cü sual. Şəxssiz cümləni müəyyən edin. Bu bitkiyə dağlıq rayonlarda təsadüf olunur. Bax, A bəndi Novruz bayramını yaxşı keçirərlər. Bu ümumi şəxslidir. Ömrü mənalı yaşamaq lazımdır. Nə lazımdır? Ömrü mənalı yaşamaq. Mübtədası var, müəyyən şəxslidir. Kərim susmağı lazım bildi. Kim? Kərim. Mübtədası var. D-ni də çıxdım. Deməli, müəyyən şəxslidir. Ehtiyatlı icidin anası ağlamaz. Kim ağlamaz? İcidin anası. Mübtədası var, demək müəyyən şəxslidir. Amma B bəndində mübtəda yoxdur və xəbər şəxssiz növ feillə ifadə olunub. Deməli, bizim cavabımız olacaq B bəndi. Burada 100-dən sonra 103 yazmışam. Bu 101'dir. 103 deyil. Yüz ikinci sual. Müəyyən şəxsi cümləni müəyyən edin. Rayon səhiyyə şöbəsinin müdürü indi cavan bir həkimdir. Kim həkimdir? Rayon səhiyyə şöbəsinin müdürü. Elə cavabımız olacaq A bəndi. Çünki bu cümlənin mübtədası var. Mübtədası olan cümlədə müəyyən şəxsidir. B bəndi. Biz məktəbin həyətinə toplaşanda günorta idi.
Nə zaman günorta idi? Biz məktəbin həyətinə toplaşanda. İlk baxışda biz sözü mübtədaya bənzəsə də, o ayrılıb cümlə üzvü götürülmür. Feili bağlama tərkibinin içərisindədir. Ona görə bu şəxssiz cümlədir. Səni aşağıda gözləyirlər, qeyri-müəyyən şəxslidir. İşin ən qızğın vaxtı idi, şəxssizdir. Muradın kefi açılırdı, bu da şəxssizdir. Demək 102-də oldu A. 103. Biri cümlənin şəxsə görə növü baxımından fərqlənir. Mübarizə aparan adam üçün məğlubiyyət ar deyil. Nə ar deyil, məğlubiyyət. Bu müəyyən şəxslidir. Yalnız özünü düşünənlər heç vaxt kamil ola bilməzlər. Kamil ola bilməzlər. Kim? Yalnız özünü düşünənlər. Bu da müəyyən şəxslidir. Deməli, bizə müəyyən şəxsli olmayan cümlə lazımdır. Çıxacağım yerə səbri nərdivan edərəm. Demək, kim? Mən. Bu da müəyyən şəxsli cümlədir. Xudbinlik axmaqlığın ən bariz göstəricisidir. Nə? Xudbinlik. Bunun da mübtədası var. Bu da müəyyən şəxslidir. Bar verən ağacı kəsməzlər. Nəyi kəsməzlər? Ağacı. Hansı ağacı? Bar verən ağacı. Bu ümumi şəxsli cümlədir. Bax, cavabımız olacaq E bəndi. 104. Verilmiş xüsusiyyətlər hansı nümunəyə aiddir? Xəbəri üçüncü şəxsin cəmindədir. Hərəkət və hökm hamıya aiddir. Baş üzvlərdən birinin iştirakı ilə yaranıb və ikinci dərəcəli üzvlərdən biri iştirak edib. İlk baxışda xəbəri üçüncü şəxsin cəmindədir görən kimi qeyri-müəyyən şəxsi cümlələr ağla gəlir. Amma ümumi şəxsi cümlələrində xəbəri üçüncü şəxsin cəmində ola bilər. Ona görə diqqətli olmaq lazımdır. Hamı səbirsizliklə gözləyir. Kim gözləyir? Hamı. Bu müəyyən şəxslidir. Anı çıxdım. Ellər bizi salamlayır. Kim salamlayır? Ellər. Mübtədası var. B'ni çıxdım. Yeməyənin payını yeyərlər. Bax, bu ümumi şəxsli cümlədir. Çox güman ki, cavabımız budur. Amma digər variantlara baxaq. İmtahanı vaxtında keçirəcəklər. Əgər burada hərəkət və hökm hamıya aiddir sözü olmasaydı, bunu götürə bilərdik. Qeyri-müəyyən şəxsi cümləni götürə bilərdik. Çünki imtahanı vaxtında keçirəcəklər qeyri-müəyyən şəxsi cümlədir. Bu fikir olmasaydı, hərəkət və hökm hamıya aiddir, bunu götürə bilərdik. Amma hərəkət və hökm hamıya aid olduğuna görə, yəni ümumi insanlara aid olduğuna görə biz bu variantı götürmürük. C variantını götürməliyik, çünki bu ümumi şəxsi cümlədir. E variantında isə səbirlə çalışanlar məqsədlərinə çatarlar. Kim məqsədinə çatar? Səbirlə çalışanlar. Bu cümlənin də mübtədası var. Deməli, bu müəyyən şəxsli cümlədir. Cavabımız olacaq C bəndi. 105-ci sual. %105-də soruşur, hansı əmr cümləsini sual cümləsinə çevirmək olmur? Mən də tədqiqatla məşğul olum. Mən də tədqiqatla məşğul olum. Bunu çevirmək olar. Onlar da içəri girsinlər. Onlar da içəri girsinlər. Sual. Bunu da çevirmək olur. Biz də gəncləri dəstəkləyək. Biz də gəncləri dəstəkləyək. Bunu da çevirmək olar. Heç kim bizi görməsin. Heç kim bizi görməsin. Bunu da sual cümləsinə çevirmək olar. Amma ardımca gəlin, ardımca gəlin demək olmaz. Deməli, bu cümləni sual cümləsinə çevirmək olmaz. Cavabımız olacaq C bəndi. 106-cı sual. Biri müəyyən şəxsi cümlələrin cərgəsini pozur. Eramız görən həftənin hansı günündən başlayır? Nə başlayır? Eramız başlayır. Bu müəyyən şəxslidir. Nisçildə həmişə kədər mehi var. Nə var? Kədər mehi. Burada da müəyyən şəxslidir. Günəş olmaq istəyirəm. Sanki qurbağa gölünə daş atdılar. Kim atdı? Onlar. Kimsə qeyri-müəyyən şəxslidir. Bu qeyri-müəyyəndir. İxtiralar, kəşflər gələn nəsillər üçün yaxşı hədiyyədir. Nə hədiyyədir? İxtiralar, nə hədiyyədir? Kəşflər. Bu da müəyyən şəxslidir. Günəş olmaq istəyirəm. Əslində bu cümlə mən günəş olmaq istəyirəm. Cümlədə mübtəda olmasa da əlavə etmək olur deyə bu da müəyyən şəxsi cümlədir.
Amma D bəndi qeyri-müəyyən şəxslidir. Deməli, A, B, C, E bəndləri müəyyən şəxslidir. Amma D bəndi qeyri-müəyyən şəxsli olduğuna görə bizim də düzgün cavabımız olacaq D bəndi. 107-ci sual. Biri doğru deyil. Mənim haqqımda ağızlarına gələni danışmasınlar. Kim danışmasın? Onlar danışmasınlar. Qeyri-müəyyən şəxsdir. Bu doğrudur. Qulamgilin adamları hazır dayanmışdılar. Kim hazır dayanmışdı? Qulamgilin adamları. Müəyyən şəxsdir. Bu da doğrudur. Tarlaya çıxmaq məsələsini bildirəndə deyəsən kişiyə vay xəbər verdilər. Kim xəbər verdi? Kimsə, onlar. Qeyri-müəyyən şəxslər. Bu da düzdür. Namərd qabağından qaçmazlar. Ümumi şəxsdir. Bu da düzdür. Qubada cənnətə düşürsən, müəyyən şəxsli yazılıb. Qubada cənnətə düşürsən, ümumi şəxsli cümlədir. Yəni, hamıya aid fikirdir. Ona görə də bax, səhv cavab olacaq D bəndi. 108. İkinci dərəcəli üzvün iştirak etmədiyi müəyyən şəxsi cümləni müəyyən edin. Məktəbli geyimi olmayanları danladılar. Müəyyən şəxsi cümləni soruşur bizdən. Danladılar, kim danladı? Kimsə, qeyri-müəyyən şəxslər. Bu birinci cümlə qeyri-müəyyəndir. A-nı çıxdım. Son vaxtlar heç belə darıxmamışdım. Kim darıxmamışdım? Mən. Necə darıxmamışdım? Belə, tərzi hərəkət sərfliyi. Nə zaman? Son vaxtlar. Burada ikinci dərəcəli üzv iştirak edib. Ona görə B-ni çıxıram. Həyətdəki ağaclar artıq çiçəkləmişdir. Çiçəkləmişdir. Nə çiçəkləmişdir ağaclar? Mübtədadır, müəyyən şəxsidir. Hansı ağaclar? Həyətdəki. Bu da təyin. Deməli, bu cümlədə də ikinci dərəcəli üzv var. C-ni çıxdım. Yuxarı çıxanda tamam əldən düşmüşdük. Kim? Biz. Müəyyən şəxslidir. Nə zaman yuxarı çıxanda tamamilə əldən düşmüşdük. Nə qədər? Tamamilə əldən düşmüşdük. Burada da ikinci dərəcəli üzv var deyə D-ni çıxdım. E bəndində həyəti təmizləmək yadına düşmədi. Yadına düşmədiyi frazeolojidir, bir yerdə götürülür. Cümlənin xəbəridir. Nə yadına düşmədiyi? Həyəti təmizləmək. Bu da cümlənin mübtədasıdır. Məsdər tərkibi formasındadır. Deməli, yalnız mübtəda və xəbərdən ibarət ikinci dərəcəli üzvün iştirak etmədiyi cümlə oldu E bəndi. 109. Cümlənin şəxsə görə növlərini ardıcıllıqla müəyyən edin. Tələsən təndirə düşər. Kim? Tələsən. Birinci müəyyən şəxsli cümlə gəlir. Deməli, birinci müəyyən şəxsli cümlə gəlirsə, E-ni, D-ni, C-ni çıxdım. Yerdə qaldı A, B. Bu iki variantdan biri olacaq cavab. Bizi çağırırlar. Kimsə çağırır. Qeyri-müəyyən şəxsli cümlə. Özündən sonra qeyri-müəyyən şəxsli cümlə gələn variant B variantıdır. Ona görə A-nı çıxdım. Cavabımız B olacaq. Amma nümunəyə bütöv şəkildə baxaq. Bəs böyüyə hörmət etməzlər. Bu ümumi şəxsli. Səhər çağı, quşların səsi adlıq cümlə. Bağlara qulluq edilir. Şəxsiz cümlə. Bəli, müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, adlıq cümlə, bir də şəxsiz cümlə. Müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, adlıq şəxsiz. Demək, B bəndi. 110. Cümlənin şəxsə görə növləri baxımından məntiqi ardıcıllığı tamamlayın. Düzəni payızda sayarlar. Ümumi şəxsli. Qonağı belə qarşılayarlar. Ümumi şəxsli. İndi şəhərimizdə göydənənlərə tez-tez rast gəlirsən. Bu da ümumi şəxslidir. Bizə də ümumi şəxsli cümlə lazımdır. Onun sözlərinə yenə də məhəl qoyulmadı. Şəxsiz cümlədir. A-nı çıxdım. Hamı gərək öz işinə hörmətlə yanaşsın. Kim yanaşsın? Hamı. Mübtədası var. Demək, müəyyən şəxslidir. B-ni çıxdım. Tövlə içərisində ona bir künc vermişdilər. Kimsə, qeyri-müəyyən şəxslər. Deməli, bu da qeyri-müəyyən şəxsidir. C-ni çıxdım. Səkiyə qalxan kimi onu yuxu apardı. Yuxu apardı frazeoloji birləşmədir. Bu cümlə olacaq, deməli, şəxsiz cümlə. E bəndi. Ağır otur, batman gəl. Özünü ağır aparmaq ümumi şəxsə aid olan fikir olduğu üçün, deməli, bizim cavabımız olacaq E bəndi.
111. Verilənlər içərisində sadə cümlənin şəxsə görə növlərindən hansı yoxdur? 100 ölç 1 biç. Bu ümumidir. Onun dediklərinə məhəl qoyulmadı. Şəxsizdir. Kəndin kənarında səfalı bir yer. Adlıq cümlədir bu. Onu nahaq yerə gözdən salıblar. Deməli, bu da olacaq qeyri-müəyyən şəxsi cümlə. Kim salıb? Kimsə. Deməli, adlıq cümlə var. A-nı çıxdım. Şəxsiz cümlə var. C-ni çıxdım. Qeyri-müəyyən şəxsi cümlə var. E-ni çıxdım. Ümumi şəxsi cümlə də var. B-ni çıxdım. Deməli, müəyyən şəxsi cümlə yoxdur. 111 oldu D. 112. Verilənlər içərisində sadə cümlənin şəxsə görə növlərindən hansı yoxdur? Balaca olduğu üçün mehmana cırtdan deyirdilər. Kim? Onlar. Kimsə. Qeyri-müəyyən şəxslidir. A-nı çıxdım. Dağın ətəyində gözəl bir ev. Adlıq cümlə. D-ni çıxdım. Səlim bəyin ağlı başına gəlməmişdi. Şəxsiz cümlə. C-ni çıxdım. Buralarda addım başı qayığa rast gəlirsən. Ümumi şəxsi cümlə. B-ni çıxdım. Deməli, burada müəyyən şəxsi cümlə yoxdur. Cavabımız olacaq 112-də E bəndi. 113. Qeyri-müəyyən şəxsli cümləni müəyyənləşdirin. Ey oğul, insan da bu qədər alçalarmış. Kim alçalarmış? İnsan. Bu müəyyən şəxsli cümlədir. A bəndin çıxdım. İsti yay günlərində turistlər bulvarda daha yaxşı dincələrlər. Kim dincələr? Turistlər. Bu da müəyyən şəxslidir. B-ni çıxdım. Bizdən qeyri-müəyyən şəxsini soruşur. Nəqliyyatda uşaqlı qadın və qocalara yer verərlər. Bu ümumi şəxslidir. C-ni çıxdım. Ağlamayan uşağa süd verməzlər. Bu da ümumi şəxslidir. D-ni çıxdım. Elə bil Yəmən xanımın başına bir qazan qaynar su tökdülər. Kim? Kimsə. Onlar. Qeyri-müəyyən şəxslər. Bax, cavabımız olacaq E bəndi. 114. Yalnız baş üzvlərdən ibarət feili xəbərli müəyyən şəxsi cümləni müəyyənləşdirin. Yalnız baş üzvlərdən, yəni mübtəda və xəbərdən ibarət olsun və feili xəbərli olsun, müəyyən şəxsi cümlə olsun. Ən böyük sərvət mənəvi gözəllikdir. Gözəllikdir nə? Sərvət. Necə gözəllikdir? Mənəvi. Hansı sərvət? Böyük. Bu cümlədə müəyyən şəxsi cümlə olsa da ikinci dərəcəli üzvlər də var. Ona görə A bəndin çıxdım. Hər köhnə pis deyil, hər təzə yaxşı. Pis deyil, nə pis deyil, köhnə, hansı köhnə, hər köhnə. Bax, bu cümlədə də ikinci dərəcəli üzv olduğuna görə B-ni də çıxıram. Rüstəm kişinin ötkəmliyi onun xoşuna gəlmədi. Nə onun xoşuna gəlmədi? Deməli, onun xoşuna gəlmədiyi, nə onun xoşuna gəlmədi? Rüstəm kişinin ötkəmliyi. Bu da mübtəda. Demək, mübtəda və xəbərdən ibarət müəyyən şəxsi cümlə. Bax, olacaq C bəndi. D bəndində iclasda Aydına da söz verdilər. Bu qeyri-müəyyən şəxslidir. D-ni çıxdım. Maya evə çatanda artıq hava qaralmışdı. Qaralmışdı, nə qaralmışdı? Hava. Nə zaman? Maya evə çatanda. Burada zərflik də var. Ona görə E bəndində çıxdım. Deməli, 114-də cavabımız oldu C bəndi. 115. Aşağıdakı sadə cümlələrin növləri hansı bənddə ardıcıllıqla düzgün göstərilmişdir? Fabrik söhbətindən Vəlinin ağlı bir şey kəsmədi. Bax, bu şəxsiz cümlədir. 1. Oturub duranda belə adamla oturub durasan. Bu ümumi şəxsi cümlədir. Harada isə ocaq və ya təndir qaladılar. Bu da qeyri-müəyyən şəxsi cümlədir. Deməli, olacaq şəxsiz, ümumi və qeyri-müəyyən. Şəxsiz, ümumi, qeyri-müəyyən demək oldu C bəndi. 116. Verilmiş sadə cümlələrdən birinin şəxsə görə növü digərlərindən fərqlənir. Bəziləri hələ də bu mövzu ətrafında danışırlar. Kim danışır?
bəziləri. Mübtədası var. Birinci cümlə müəyyən şəxslidir. Müəyyən. Bu gün iclasda sizin də məsələnizə baxacaqlar. Kim baxacaq? Kimsə, qeyri-müəyyən şəxslər. İkinci cümlə qeyri-müəyyən şəxslidir. Sanki birdən-birə məni yuxudan oyatdılar. Bu da qeyri-müəyyən şəxslidir. Keçən il burada yarış keçirirdilər. Kimsə keçirirdi. Bu da qeyri-müəyyən şəxslidir. Bizi dünən məktəbə çağırmışdılar. Kim çağırmışdı? Kimsə, qeyri-müəyyən şəxslər. Deməli, cavabımız olacaq A bəndi. Çünki A bəndi müəyyən şəxslidir. Digər variantlar isə qeyri-müəyyən şəxslidir. 117. Cümlələrin şəxsə görə növlərini müəyyən edin. Dənizkənarı park, mavi dəniz, əzəmətli qız qalası. Bu adlıq cümlədir. Deməli, bizim variantımız adlıq cümlə ilə başlayır. A-nan B-ni çıxırıq burada. Uzun illərin ayrılığından sonra Əlinin Almaniyadan gəlmək xəbərini eşitdik. Kim eşitdi? Biz. Mübtəda olmasa da cümləyə əlavə edə bilirik. Bu olacaq müəyyən şəxsli. Adlıq müəyyən şəxsli cümləsi D bəndidir. Üçüncüyə baxaq. Uman yerdən küsərlər. Bu da olacaq ümumi şəxsli. Cavablarımız belə olacaq. Adlıq müəyyən şəxsli, ümumi şəxsli. Demək, cavab oldu D bəndi. Biri qeyri-müəyyən şəxsli cümlə deyil. Ağılın çoxluğu yaşın böyük-kiçikliyi ilə ölçülməz. Nə ölçülməz? Ağılın çoxluğu. Bax, mübtədası var. Mübtədası varsa, deməli, qeyri-müəyyən şəxsli cümlə deyil. Bu müəyyən şəxsli cümlədir. Elə bizim cavabımız da olacaq A bəndi. B bəndində məsələni müzakirə etdilər, qeyri-müəyyən. Yazın gəlişini təmtəraqla qarşıladılar, qeyri-müəyyən. Bizi görüşə dəvət etdilər, qeyri-müəyyən. Elə bil arxadan onu səslədilər, bu da olacaq qeyri-müəyyən. Deməli, 118-də cavab oldu A bəndi. 119. Cümlələrdən biri ümumi şəxslidir. Yemək yeyərkən danışmazlar. Bax, bu ümumi şəxslidir. A bəndi. Səni orada çox saxlamazlar. Kimsə saxlamaz. Bu qeyri-müəyyən şəxslidir. Burada sənəd qəbul edirlər. Kimsə, qeyri-müəyyən şəxslər. Bu da qeyri-müəyyən şəxslidir. Məktəbdə bizi yaxşı qarşıladılar. Qeyri-müəyyən şəxsli. Onu belə cəzasız buraxmayacaqlar. Kimsə. Bu da qeyri-müəyyən şəxslidir. Deməli, 119-da cavab oldu A bəndi. 120. Şəxssiz cümləni müəyyən edin. Qaranlığa daş atmazlar. Ümumi şəxsli. Mənim barəmdə artıq əskik danışmasınlar. Kimsə danışmasın. Qeyri-müəyyən. Yuxarılar bu fikrə etiraz etmədilər. Kimə etiraz etmədi? Yuxarılar. Mübtədası var, deməli müəyyən şəxslidir. Qışın əvvəlləri idi. Bax, şəxssiz cümlə olacaq bu. Biz Fransaya yola düşəndə havalar soyumuşdu. Nə soyumuşdu? Havalar. Bu da müəyyən şəxsli. Deməli, 120-də cavab oldu D bəndi. 121. Ümumi şəxsli cümləni müəyyən edin. Dənizin uğultusunu hamı eşidirdi. Eşidirdi, kim eşidirdi? Hamı. Bu müəyyən şəxslidir. Fırtına davam edir. Davam edir. Nə davam edir? Fırtına. Bu da müəyyən şəxslidir. May gecəsi idi. Bu şəxssizdir. Onlar həyətdə çalışırdılar. Bu da müəyyən şəxslidir. Kim çalışırdı? Onlar. Çünki mübtədası var. E bəndi isə qapıya gələni qovmazlar. Bu cümlə ümumi şəxsə, hamıya aid edilən nəsihətamiz, ibrətamiz bir fikirdir. Deməli, 121-də oldu E bəndi. 122. Biri şəxssiz cümlədir. Yerdə, göydə od tutub yanırdı. Nə yanırdı? Göy, nə yanırdı? Yer. Mübtədası var, deməli müəyyən şəxslidir. Anı çıxdım. Elnurun bu işindən heç xoşum gəlmirdi. Mənim xoşum gəlmirdi. Frazeoloji birləşmə ilə ifadə olunmuş şəxssiz cümlə. Bax, 122-də oldu B bəndi. 122-də deməli cavabı tapdıq B bəndi, amma yenə də baxaq o biri variantlara da. Qullar istər-istəməz yeməyə girişdilər. Kim yeməyə girişdi? Qullar. Mübtədası var, deməli müəyyən şəxslidir. Yayın ortalarında tanış olmuşduq.
Kim? Biz. Deməli, mübtəda olmasa da əlavə edə bilirik. Deməli, bu da müəyyən şəxsdir. Şagirdlər Fransaya yola düşəndə havalar soyumuşdu. Nə soyumuşdu? Havalar. Mübtədası var. Deməli, bu da müəyyən şəxsdir. 122-də cavab oldu B bəndi. 123. Şəxssiz cümləni müəyyən edin. Qələt yağ küpəsindədir. Nə? Qələt. Bu müəyyən şəxsdir. Qapının taybatay açılması hamımızı qorxutdu. Nə qorxutdu? Qapının taybatay açılması. Mübtədası var, bu da müəyyən şəxsdir. Buna niyə indiyədək diqqət yetirməyiblər? Kim? Onlar. Qeyri-müəyyən şəxslər. Bax, bu olacaq qeyri-müəyyən şəxsi cümlə. Sən gələndə gecənin yarısından keçmişdi. Bax, cavabımız olacaq D bəndi, şəxssiz cümlədir. Amma E bəndinə də baxaq. Vətənə sədaqət nümunəsi göstərək. Kim? Biz. Bu da olacaq müəyyən şəxsi cümlə. Deməli, 123-də cavab oldu D bəndi. 124. Biri şəxssiz cümlədir. Piyada gəzmək xeyirlidir. Nə xeyirlidir? Piyada gəzmək. Mübtədası var, müəyyən şəxsli. Doğrudan heç sizinlə maraqlanmadılar. Kim maraqlanmadı? Onlar, yəni qeyri-müəyyən şəxslər. Deməli, bu qeyri-müəyyən şəxslidir. Hər şeyi üzə vurmazlar. Bu ümumi şəxslidir. Gözəl bir gündə tamaşanın premyerası oldu. Nə oldu? Tamaşanın premyerası. Mübtədası var, deməli müəyyən şəxslidir. Elxan, daha doğrusu xitabdır. Bizim fikrimizcə artıq gecdir. Mübtədası yoxdur, şəxssiz cümlədir. Deməli cavabımız oldu 124-də E bəndi. 125. Hansılar qeyri-müəyyən şəxsli cümlədir? Bu uşağın qeyri-adi gələcəyi olacağını deyirlər. Kim deyir? Kimsə. Yəni, qeyri-müəyyən şəxslər. Biri götürdük. Qeyri-müəyyən şəxsi. Dost yaman gündə tanınar. Kim tanınar? Dost. 2 müəyyən şəxslidir. 2-ni çıxdım. 2 ilə bağlı cavabları da çıxdım. A-nı çıxdım, E-ni çıxdım. 3. Yeməyənin malını yeyərlər. Bu ümumi şəxslidir. 3-ü də çıxdım. B-ni çıxdım, C-ni çıxdım. 4-ə baxaq. Gecə saat 2-3 radələrində bizi oyatdılar. Kimsə oyatdı. Qeyri-müəyyən şəxslər. Deməli, bu qeyri-müəyyən şəxslidir. Bu məsələyə bir elə diqqət yetirmirlər. Kim yetirmir? Onlar yetirmirlər. Deməli, bu da qeyri-müəyyən şəxslidir. Dostları tez-tez ona baş çəkirlər. Dostları tez-tez ona baş çəkirlər cümləsi də baş çəkmək. Bu olacaq, deməli, şəxssiz cümlə olacaq. Şəxssiz cümlə. Dostları. Şəxssiz cümlə olmayacaq. Üzrü sayın. Baş çəkir. Kim baş çəkir? Dostları. Dostları sözü mənsubiyyət şəkilçisi ilə işlənib. Cümlənin mübtədasıdır və müəyyən şəxsli cümlədir. Deməli, bizim cavabımız olacaq 1, 4, 5. 1, 4, 5 cavabı da olacaq D bəndi. 126. Cümlələrin şəxsə görə növü hansı bənddə düzgün verilmişdir? Hər yanda onun misilsiz möcüzələrindən danışılırdı. Deməli, danışılırdı. Şəxssiz növ feildir. Deməli, bu olacaq şəxssiz. Hər yanda onun misilsiz möcüzələrindən danışırdılar. Kimsə danışırdı. Qeyri-müəyyən şəxslər. Deməli, bu da olacaq qeyri-müəyyən. Şəxssiz, qeyri-müəyyən. Birincisi şəxssiz, ikincisi qeyri-müəyyən şəxsi cümlə. Cavab olacaq demək A variantı. 127. Cümlələrlə bağlı yanlış fikirləri müəyyən edin. İndi quşların bala çıxaran vaxtıdır. Şəxssiz cümlə. Bu düzdür. Yanlışı soruşur. Quşları saxlamaq üçün qəfəsdə yer düzəltdilər. Kim? Onlar. Qeyri-müəyyən şəxslər. Bu da düzdür. 2-ni də çıxdım. Tez çoban qulunun ardınca yüyürdük. Kim?
biz. Bu müəyyən şəxsli cümlədir, amma yazıb qeyri-müəyyən şəxsli cümlə. Yanlışı soruşur, deməli yanlışdan biri olacaq 3. Artıq onun bərk yuxusu gəlirdi. Şəxssiz cümlədir, yazılıb müəyyən şəxsli cümlə. Deməli bu da yanlışdır. 4. Bu günün işini sabaha qoymazlar. Ümumi şəxslidir. Bunu düz yazıblar. Deməli səhv cavab oldu 3, 4. 3, 4 cavab da olacaq A bəndi. 128. Cümlələrlə bağlı doğru fikirləri müəyyən edin. Bayaq yanlış fikirləri soruşurdu, indi isə doğru fikirləri. Meşə dərin sükut içində idi. Nə sükut içində idi? Meşə. Müəyyən şəxsi cümlə yazılıb doğrudur. Deməli biri götürürük. Uşaqlar azıb meşənin dərinliklərinə gəlib çıxdılar. Kim uşaqlar? Mübtədası var, deməli bu da müəyyən şəxslidir, amma qeyri-müəyyən şəxsli yazılıb, deməli bu səhvdir. Bizdən doğruları soruşur deyə səhv fikir olan variantları da çıxırıq. Məsələn, 2 səhvdir deyə A-nı çıxdım, D-ni çıxdım, E-ni çıxdım. Məqaləni oxuyanda Nadir bir narahatlıq hiss etdi. Kim narahatlıq hiss etdi? Nadir. Müəyyən şəxsi cümlədir yazılıb, amma yanlış yazılıb. Bu da yanlışdır. Çünki yanlış yox, doğru olmalıydı. 1-3 olduğu cavablardan biri. Qəzada xəsarət almış yaralılara yardım edildi. Yardım edildi. Deməli, bu olacaq şəxssiz cümlə doğrudur. Doğru olan olduğu üçün, deməli, C-ni də çıxdım buradan. Cavabımız elə 1-3-5 olacaq, amma 5-ə də baxaq. Bəy verən dişin atına baxmazlar. Bəy verən atın dişinə baxmazlar. Ümumi şəxsli cümlədir. Yazılıb yanlış. Əslində doğrudur. Yəni yanlış deyil. Ona görə bu fikirdə yanlış olacaq. Cavab oldu 1, 3, 5. O da olacaq B bəndi. 129. Cədvəldə hansı fikirlərin yeri dəyişdirilsə uyğunluq bərpa olunar? Ümumi şəxsli cümlədir. Ağlamayan uşağa süd verməzlər. Bu düzdür. Müəyyən şəxsli cümlədir. Böyük başını kiçik işə qatma. Böyük başını kiçik işə qatma müəyyən şəxsli cümlə deyil. Bu şəxssiz cümlədir. Ona görə bax, bu 2-də səhvlik var. 2-nin üstündən xətt çəkdim. 3. Ümumi şəxsli cümlədir. Bilik insanın bəzəyidir. Nə? Bilik. Bu ümumi şəxsli cümlə deyil. Müəyyən şəxsli cümlədir. Deməli, burada da səhvlik var. Müəyyən şəxsi cümlədir. Kənddə tonqallar qalandı. Nə qalandı? Tonqallar. Mübtədası var. Bu da düzdür. Müəyyən şəxsi cümlədir. Qeyri-müəyyən şəxsi cümlədir. Bizi də sərgiyə dəvət etmişdilər. Kim dəvət etmişdi? Kimsə, qeyri-müəyyən şəxslər. Bu da düzdür. Hansı fikir deyir ki, uyğunluq bərpa olunar? Böyük başını kiçik işə qatma şəxssiz cümlədir. Daha doğrusu ümumi şəxsi cümlədir. Onu bura qoymaq lazımdır. Bilik insanın bəzəyidir isə müəyyən şəxsdir, onu da bura qoymaq lazımdır. Deməli, 2 ilə 3-ün yeri dəyişsə, cədvəldəki uyğunluq bərpa olunacaq. Bu da olacaq A bəndində. 130. Qeyri-müəyyən şəxsi cümlələri müəyyən edin. İndi gəlib səni apararlar. Kim aparar? Kimsə. Qeyri-müəyyən şəxsi cümlə. Biri götürdük. Hərə bir söz deyirdi. Deyirdi. Kim? Hərə. Deməli, 2 mübtədası olduğu üçün müəyyən şəxsidir. Qeyri-müəyyən şəxsi götürə bilmərik. 2-ni çıxdım. Bəziləri imtahanı vaxtından əvvəl vermişdilər. Kim? Bəziləri. Mübtədası var. Deməli, bu da müəyyən şəxsidir. 3-ü çıxdım. İmtahanlar barədə çox yaxşı fikir söyləyirlər. Kim söyləyir? Kimsə, qeyri-müəyyən şəxslər. Deməli, bu qeyri-müəyyən şəxsi cümlədir. Yeməyənin payını yeyərlər. Bu isə ümumi şəxsli cümlədir. Deməli, bizim cavablarımız oldu 1 və 4.
Açıq sualdır, variant yoxdur. Ona görə elə bu formada da yazdıq. 131. Verilmiş söz birləşmələri hansı şəkilçilərin iştirakı ilə bitmiş fikir ifadə edər? Xəbərli şəkilçiləri artırmaq lazımdır. Məsələn, mənəvi dəyər deyir 2, sinif nümayəndəsi sən, sinif nümayəndəsidir 4 və 5. 2, 4, 5. Deməli, cavablar da olacaq 2, 4, 5. 132. Şəxssiz cümlələri müəyyən edin. Gecikdiyimizə görə bizə də xəbərdarlıq edildi. Şəxssiz. Biri götürdük. Hələ ki uşaqlardan bir xəbər yoxdur. Nə yoxdur? Xəbər. Bu müəyyən şəxslidir. 2-ni çıxdım. Qar yağmağa başlayanda artıq qaranlıq idi. Şəxssiz. 3-ü götürdük. Bu gün Akifin ad günüdür. Deməli, nə zaman? Bu gün. Demək, bu da şəxssiz olacaq. İndi şəhərdə hündür binalara tez-tez rast gəlirsən. Bu isə olacaq, demək, ümumi şəxsi cümlə. Deməli, cavablarımız olacaq 1, 3, 4. 133. Şəxssiz cümlələri müəyyən edin. Ayaq səsləri eşidilməz oldu. Nə eşidilməz oldu? Ayaq səsləri. Bu müəyyən şəxslidir. Yazın əvvəlləri idi. Martın 25-i idi. Şəxssiz cümlənin biri oldu 2. Əlbəttə, həqiqətləri danışmalıyıq. Kim? Biz. Cümlədə mübtəda yoxdur, amma əlavə edə bilərik. Bu da olacaq müəyyən şəxsi cümlə. Tamaşanın həyəcanlı anları idi. Şəxssiz. Gözəllik 10'dur, 9'u igidlikdir. Nə 10'dur? Gözəllik. Nə igidlikdir? 9'u. Deməli, bu da olacaq müəyyən şəxsli. Cavablarımız olacaq 133'də 2 və 4-cü cavab. 2, 4. 134, bir də 135. 134'də soruşur, şəxssiz cümlələri müəyyən edin. Sel gələcəyini ağlıma gətirmirdim. Kim? Mən. Bu müəyyən şəxslidir. Sanki başıma bir qazan qaynar su tökdülər. Bu qeyri-müəyyən şəxsi cümlədir. May ayının axırları idi. Bax, budur şəxssiz. Rəisin tapşırığına əməl edildi. Budur şəxssiz. Dostları tez-tez ona baş çəkirlər. Kim? Dostları. Bu da müəyyən şəxslidir. Deməli, cavablarımız olacaq 3 və 4. 135. Hansı cümlələrin əvvəlində şəxsə görə növü düzgün göstərilmişdir? Şəxssiz cümlə. Mənim Yar Məmməddən heç gözüm su içmir. Bu düzdür. Bir düzdür. Adlıq cümlə. Bu zalım uşaqların əlindən bir saatda rahatlığım yoxdur. Burada xəbərli şəkilçisi var. Xəbərli şəkilçisi varsa, deməli adlıq cümlədən söhbət gedə bilməz. 2 səhvdir. Müəyyən şəxsi cümlə. İmranın otağı, ortada bir masa, üstündə kitablar, yanında bir neçə kürsü. Bu adlıq cümlədir. Müəyyən şəxsi cümlə deyil. Deməli, bu da səhv fikirdir. Qeyri-müəyyən şəxsi cümlə. Doğrudan da tələbələr azadlıq uğrunda böyük qəhrəmanlıqlar göstərirdilər. Kim? Tələbələr. Mübtədası var. Deməli, qeyri-müəyyən şəxsi cümlə yox, müəyyən şəxsi cümlə olmalıdır. Ümumi şəxsi cümlə. Doğma yurda qaydanda rahat nəfəs alırsan. Bir də düzgün cavab olacaq 5-ci. Deməli, düzgün cavablar oldu 1 və 5. Bu günlük bu qədər. Videonu bəyənməyi və şərh yazmağı unutmayın.